Salam. Deməli, baxırıq 2 qat və yarım arqumentin trigonometrik funksiyalarına. Sual 1. Deyir, kosinus 2 alfa üstə gəlinsin sinus 2 alfa vurulsun tangens alfadan danışır. Mən də kosinus 2 alfanın milyon dənə açılışını bilirəm. Ona görə bunu saxlayıram, bilmirəm hələ ki hansı ilə açım. Sinus 2 alfanı yazıram 2 dənə sinus alfa kosinus alfa şəklində və tangensin yerinə yazaram sinus bölünsün kosinus uşaqlar. O da bərabərdir. Kosinus alfalarım ixtisar gedər. 2 dənə sinus alfanı sinus alfaya vursam 2 dənə sinus kvadratı alfa eləyir. Deməli, müəllimə belə çıxır ki, mən kosinus 2 alfanın sinus kvadratı alfa ilə açacağam. Onda bunun da yerinə yazacağam. 1 çıxılsın 2 sinus kvadratı alfa. Üzərinə gəlinsin bu ifadə. Bunlar gedəcək. Cavab nəticədə qalacaq 1. 2 nömrəli sual eyni sualdır, özünüz yazarsınız. 3 nömrəli suala fikir versəz, bu uşaqlar kosinus 2 alfanın açılışıdır, amma yerləri dəyişik olduğuna görə qarşıya mənfi atacağam deməli. Deməli, müəllimə, bu ifadə sən demə kosinus 2 alfa mənfi 12-yə vursam 20 dərəcənin açılışı eləyər. Bölünsün sinus 70 dərəcədə 90-dan 70-ə çıxsam, bu da kosinus 20 dərəcə eləyəcək. Qarşısında da bir dənə 4-ümüz var. Kosinus 20-lər gedəcək, cavab mənfi 4-də 1 eləyəcək. Gəlirəm 4 nömrəli suala. Düstura baxanda görürsən ki, tangens 2 alfanın açılışıdır. Yəni 15-i 2-yə vuraram 30 dərəcə. Tangens 30 dərəcənin də ədədi qiyməti 1 bölünsün kökün altında 3-dür. Gəlirəm 5 nömrəli suala. 5 nömrəli necə analiz edərik? 2 bölünsün 1 bölünsün tangens pi bölünsün 8 çıxılsın tangens pi bölünsün 8 yazıram. O da bərabərdir. Bunun məxrəcinə 1 kimi baxaram. 1-ə və tangens pi bölünsün 8-ə bölünən ədəd tangens pi bölünsün 8 yazaram. Surətdə 1-i 1-ə vuraram. 1 yazaram. Tangens pi bölü 8-i pi bölü 8-ə vursam tangens kvadratı pi bölü 8 yazaram. Burada da 2. Və adi və onluq kəsirlərdən bilirik ki, alt-alta kəsirlərdə məxrəclər yer dəyişir. Yəni, tangens pi bölü 8 qalxıb 2-yə vurulacaq. 2 dənə tangens pi bölünsün 8 olacaq. Bölünsün 1 çıxılsın tangens kvadratı pi bölü 8. Düstura da baxanda görürsən ki, bu tangens 2 alfanın açılışıdır müəllimə. Yəni, tangens pi bölü 8-i vuraram uşaqlar 2-yə. Yəni, tangens pi bölünsün 4-dür. 45 dərəcədə ədədi qiymətimiz 1 olacaq. D variantı. Gəlirəm 6 nömrəli suala. 2 dənə sinus 22 dərəcə 30 radian vurulsun kosinus 22 dərəcə 30 radian. Bu sinus 2 alfanın düsturudur. Sinus 22 dərəcə 30 radianı 2-yə vursam 44 dərəcə 60 radian eləyər. Bu özü 1 dərəcədir. 44 dərəcənin üstünə 1 dərəcə gəlsəm sinus 45 dərəcə eləyəcək. Ədədi qiyməti kökün altında 2 bölünsün 2 eləyər. 7 nömrəli sual özünüz yazarsınız. Mənfi kosinus 2 alfanın açılışı olacaq. Mənfi kosinus 22 dərəcə 30 radianı 2-yə vursam, yenə 44 dərəcə 60 radian eləyər. O da mənfi kökün altında bölü 2-dir. 8 nömrəli sual, bu da kosinus 2 alfanın açılışıdır. 75-i 2-yə vurub 150 dərəcə yazaram. O da kosinus 180 çıxılsın 30 yazaram. Kosinus 180-də öz adında qalacaq. İkinci rübdə mənfidir. Mənfi kosinus 30-un ədədi qiyməti mənfi kökün altında 3 bölünsün 2. Gəlirəm 10 nömrəli suala. 10 nömrəlidə nə edirəm? Yazıram sinus 3 alfa üstə gəlinsin kosinus 3 alfa. Üzərində bir dənə kvadrat var, bölünsün 1 üstə gəlinsin sinus 6 alfa. Muxtasar vurma düsturu kimi açsam birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli. Üzərinə gəlinsin ikincinin kvadratı. Bölünsün. Məxrəclə işimiz yoxdur. Şagird də deyir ki, müəllimə, sinus kvadratı alfa üstə gəlinsin kosinus kvadratı alfa. Bu 1 eləyər. Bunun bu hissəsi sinus 2 alfanın açılışıdır. Sinus 3 alfanı 2-yə vursam 6 alfa eləyər. Bölünsün, məxrəclə yenə işim yoxdur. Eyni ədədə bölsəm cavab eləyəcək 1. Gəlirəm 11 nömrəli suala. Deyir sinus 27 dərəcə bölünsün 1 üstə gəlinsin kosinus 27 dərəcə. Çıxılsın 1 çıxılsın kosinus 27 dərəcə bölünsün sinus 27 dərəcə. O da bərabərdir. Mən ortaq məxrəc bunlara tapacağım. 1 üstə gəlinsin kosinus 27-ni. Vuracağım sinus 27-yə. Təbii ki, surətdə çarpaz yazaram. Sinus 27-ni sinus 27-yə vurub sinus kvadratı 27 dərəcə yazaram. Çıxılsın. Bax, uşaqlar, 1 minus kosinus 27-ni 1 plus kosinus 27-yə vursam, 1-i 1-ə vurub 1 yazaram. Mənfi kosinus 27-ni müsbətə vursam, mənfi kosinus kvadratı 27 yazaram. Qarşıdakı mənfiyə görə müsbət olar. Sinus kvadratı 27 üstə gəl kosinus kvadratı 27 1 eləyər. Çıxılsın bu 1. Bölünsün elə məxrəc. Məxrəcdə nə olur olsun. 0 da istənilən ədədə bölsəm, cavabımız eləyəcək 0. D variantı.
12 nömrəli sual dərəcəni aşağı salma düsturu ilə yazaram. Sinus kvadratı 35 dərəcə bərabərdir. Ümumiyyətlə şagird bilməlidir ki, sinus kvadratı alfa 1 çıxılsın kosinus 2 alfa bölünsün 2-dir. Yəni mən bunun yerinə yazaram 1 çıxılsın kosinus 35-i 2-yə vuraram 70/2. Sinus, bax sinus 20 dərəcəni bizə B veribsə, bu özü elə kosinus 70 dərəcə deməkdir. O da B'dir. Kosinus 70 dərəcənin yerinə B qoyaram. 1 çıxılsın B bölünsün 2 eləyəcək. Cavab hansı variant? A variantı. Uşaqlar, indi mənə diqqətlə qulaq asın. 13 nömrəli sualda biz sinus 2 alfanın düsturunu bilirik ki, 2 dənə sinus alfa kosinus alfa ilə təyin olunur. Mən bunu sinus 4 alfaya da yaza bilərəm. Sinus 4 alfa bərabərdir. 2 dənə sinus 2 alfa kosinus 2 alfa. Mən bunu sinus 8 alfaya da yaza bilərəm. Sinus 8 alfa bərabərdir. 2 dənə sinus 4 alfa kosinus 4 alfa. Mən bunu sinus alfaya da yaza bilərəm. 2 dənə sinus alfa bölü 2 kosinus alfa bölü 2. İndi bunu niyə yazdım? 13 nömrəli suala baxın. Sənə deyir ki, kosinus alfa bölü 2-ni sənə 0.8 vermişəm. Və bizim alfa bölünsün 2-miz 90-dan 0 dərəcənin arasındadır. Amma səndən sinus alfanı soruşur. Mən yazaram sinus alfa bərabərdir 2 dənə sinus alfa bölü 2 kosinus alfa bölü 2. Eyni zamanda kosinus alfa bölü 2-nin yerinə 0.8 yazaram. Amma məndə sinus alfa bölü 2 yoxdur. Əsas eynilikdən yazaram ki, sinus kvadratı alfa bölü 2-nin üzərinə kosinus kvadratı alfa bölü 2 gəlsəm, bu 1 eləyər. Gətirib mən yazaram sinus kvadratı alfa bölü 2 üstə gəl. Kosinus alfa bölü 2-nin yerinə 0.8 yazsam, kvadratı 0.64 eləyər, bu 1 eləyər. Buradan sinus kvadratı alfa bölü 2, 1-dən 0.64-ü çıxsam 0.36 eləyər. Hansı ədədin kvadratı 0.36-dır? Bağışlayın 0.6-nın. Gətirib yerinə 0.6 qoyaram. Ümumilikdə cavab eləyəcək 0.96. Kifayət qədər maraqlı sualdır. Gəlirəm 15 nömrəli suala. 15 yox. 15 nömrəli sual, 14 eynidir. 15-də deyilir ki, sinus 2 alfa üstə gəlinsin, sinus alfa çıxılsın, kosinus alfa üzərində kvadrat çıxılsın 1. Mən də sinus 2 alfa ilə heç nə yazmıram, olduğu kimi köçürdürəm. Yazıram birincinin kvadratı, çıx birinci və ikinci hasilinin 2 misli, üstə gəlinsin ikincinin kvadratı, çıxılsın 1. O da bərabərdir. Sinus kvadratı alfa üstə gəl, kosinus kvadratı alfa 1 eləyər. Bu 1 ilə bu 1 ixtisar gedəcək. Bu da sinus 2 alfa deməkdir. Bu da sinus 2 alfa deməkdir. Bax uşaqlar, bu elə sinus 2 alfa deməkdir. Yəni bunlar da gedəcək. Nəticədə cavab qalacaq 0. Gəlirəm 16 nömrəli suala. 16-da nə deyilir? Deyilir ki, sinus pi çıxılsın 2 alfa, vurulsun kotangens alfa, bölünsün 1 üstə gəlinsin kosinus 2 alfa. O da bərabərdir. Sinus pi də öz adında qalırdı. İkinci rübdə müsbətdir. Kotangens alfanın yerinə yazaram sinus kosinus alfa bölünsün sinus alfa uşaqlar. Bölünsün məxrəcdə 1 üstə gəl kosinus 2 alfanın yerinə yazaram 2 kosinus kvadratı alfa çıxılsın 1 şəklində. Yəni demək istəyirəm ki, birlər getsin ki, mən burada vahid bir funksiya alım ki, ixtisar eləyə bilim. Sinus 2 alfanı da açaram 2 dənə sinus alfa, kosinus alfa şəklində. Vurulsun kosinus alfa, bölünsün sinus alfa ilə işim yoxdur. Məxrəcdə 2 dənə kosinus kvadratı alfa. Sinus alfalar gedər. Kosinusu kosinusa vuraram. Surətdə 2 dənə kosinus kvadratı alfa alaram. Məxrəcdə də 2 dənə kosinus kvadratı alfa alaram. Eynədə də bölsəm cavabımız 1 eləyər. Gəlirəm 17 nömrəli suala. 17-də deyilir ki, kosinus 2 alfa üstə gəlinsin. 2 dənə sinus kvadratı pi çıxılsın alfa minus 1. O da bərabərdir. Kosinus 2 alfa ilə işim yoxdur. Üstə gəl 2 dənə sinus kvadrat. Baxın, sinus pi də öz adında qalır. Mənfi müsbətliyinə baxmıram kvadrat olduğuna görə. Elə sinus kvadratı alfa yazıram. Çıxılsın 1. Çevirməni apardım burada. Kosinus 2 alfanın da sinus kvadratı ilə açılışı bu idi. 1 minus 2 sinus kvadratı alfa. Üstə gəlinsin 2 dənə sinus kvadratı alfa. Çıxılsın 1. Bunlar gedər. 1-dən 1 çıxsam cavab eləyəcək 0 C variantı. Və yaxud 18 nömrəli suala baxaq. 3 dənə kosinus 36 ilə işim yoxdur. Bölünsün 2 dənə tangens 27, vurulsun sinus kvadratı 63 dərəcə. 3 dənə kosinus 36-nı olduğu kimi yazaram. Tangens 27-ni yazaram uşaqlar sinus 27 dərəcə, bölünsün kosinus 27 dərəcə. Sinus kvadratı 63-də 90-dan 63-ü çıxsam kosinus kvadratı 27 dərəcə deməkdir. Bərabər olar müəllimə, bu kosinus kvadratının biri ilə bu gedəcək.
Məxrəcdə 2 dənə sinus 27, kosinus 27 qalar. Yəni sinus 2 alfanın açılışı 27-ni 2-yə vurub 54 dərəcə yazaram. 3 dənə 90-dan 36 çıxsam, burada sinus 54 dərəcə yazaram. Sinus 54-lər gedəcək. Nəticədə cavab qalacaq 3. Gələk növbəti suala. 20 nömrəli sualı yazım mən sizin üçün. 20-də nə deyilir? Deyir kosinus alfa bölünsün. Balaca görsənməyinə baxmayın, amma maraqlı sualdır 20-də. Bax, kosinus 2 alfanın açılışını biz demişdik ki, kosinus kvadratı alfa müəllimə çıxılsın sinus kvadratı alfadır. Mən bunu kosinus alfaya tətbiq eləmək istəyirəm. Bu 2 alfanın yarısını yazmışam da burada. İndi burada yazaram kosinus kvadratı alfa bölü 2 çıxılsın sinus kvadratı alfa bölü 2. Deməli, müəllimə gətirib bunun yerinə kosinus kvadratı alfa bölü 2 çıxılsın sinus kvadratı alfa bölü 2 yazaram. Bölünsün kosinus alfa bölü 2 çıxılsın sinus alfa bölü 2. Və surətdə də gördüyüm ifadə kvadratlar fərqi düsturudur uşaqlar. Kvadratlar fərqi düsturuna görə yazaram bir dəfə kosinus alfa bölü 2 çıxılsın sinus alfa bölü 2. Eyni zamanda buradan yazacağım kosinus alfa bölü 2 üstə gəlinsin sinus alfa bölü 2. Bölünsün məxrəcdə kosinus alfa bölü 2 çıxılsın sinus alfa bölü 2. Bunlar ixtisar gedəcək. Yerdə qalar kosinus alfa bölü 2 üstə gəlinsin sinus alfa bölü 2 mənim cavabım eləyəcək. Maraqlı sualdır. Cavab D variantı. Mən gəlirəm 22 nömrəli suala. 22-də nə edərəm? Deyir kosinus alfa bərabərdir sinus alfa üstə gəlinsin 1 bölü kökdə 3 sinus 2 alfadan danışır. Keçidərəm bunu sol tərəfə. Kosinus alfa çıxılsın sinus alfa bərabərdir 1 bölünsün kökdə 3 yazaram və hər tərəfi də kvadrata yüksəldərəm uşaqlar. Onda yazarıq birincinin kvadratı, çıxılsın birinci və ikinci hasilinin 2 misli, üstə gəlinsin ikincinin kvadratı, 1 bölünsün kökdə 3-ün kvadratı da 3də 1 eləyər. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa 1 eləyər. Bu hissə sinus 2 alfanın açılışıdır, bərabərdir 3də 1-ə. Buradan sinus 2 alfa bərabərdir 1-dən 3də 1 çıxıb 3-dəki alırıq. Cavab B variantı. Gəlirəm 24 nömrəli suala. 24 nömrəli sualda əgər qısa konkret yazmaq istəyirsinizsə, tangens 22.5-in ədədi qiymətinin yerinə kökdəki minus 1 qoyub yaza bilərsiniz. Amma misalın həll variantı necədir? Kökdəki tangens 22.5 dərəcə, üstə gəlinsin 1 bölünsün tangens 22.5 dərəcə. Yenə deyirəm, gətirib yerinə, ədədi qiymətinin yerinə kökdəki minus 1 qoya bilərik. O da bərabərdir. Kökdəki 1-ə və tangens 22.5-ə bölünən ədəd tangens 22.5 eləyər. Surətdə çarpaz. Tangens 22.5-i 22.5-ə vursam, tangens kvadratı 22.5. Üstə gəlinsin 1. Uşaqlar, bilməli olduğum nədir? Sinus 2 alfanın düsturu var. Sinus 2 alfanın tangensindən açılış düsturu var. 2 tangens alfa bölünsün 1 üstə gəlinsin tangens kvadratı alfa. Demək istədiyim bu düstur buna bənzəyir. Amma ikisi yoxdur burada. Bir dənə 2 yazıram bura. Misala özümdən nəsə əlavə eləyə bilmədiyim üçün bir dənə də 2 bura yazıram. Müəllimə, bu ifadə kurğu aldığım sinus 2 alfanın açılışıdır, amma sürət və məxrəc yerləri dəyişik olduğuna görə 1 bölünsün sinus 2 alfa yazacağım. Yəni kökdəki vur 2 vurulsun 1 bölünsün sinus 2 alfa. Komple bax bunun yerinə yazıram. 22.5-i 2-yə vursam 45 dərəcə eləyər. O da kökdəki vurulsun 2, sinus 45 dərəcə kökdəki bölü 2-dir. 2-ni 2-də 1-ə bölsəm cavabımız eləyəcək 4. C variantı. Gəlirəm 25 nömrəli suala. 25-i necə analiz eləyərik? 25. Deməli, tangens alfa ilə işim yoxdur. 1 üstə gəlinsin tangens alfanı da yazıram. Üzərinə gəlinsin tangens alfa üstə gəlinsin pi ilə işim yoxdur. 1 çıxılsın tangens alfanı da olduğu kimi yazıram. Gənclər, tangens alfa bölünsün 1 üstə gəlinsin tangens alfa. Tangens pi də öz adında qalır. 3-cü rübdə müsbətdir. Məxrəclə yenə işimiz yoxdur. Rasional kəsirlər bölməsi keçmişik. Ortaq məxrəc 1 üstə gəl tangens alfa 1 minus tangens alfa yazaram. Surətdə çarpaz yazsam tangensi 1-ə vurub tangens alfa yazaram. Tangensi tangensə vurub tangens kvadratı yazaram. Tangensi 1-ə vurub tangens alfa. Tangensi tangensə vurub tangens kvadratı alfa yazaram. Tangens kvadratı alfalar gedər. Tangens alfanın üzərinə tangens alfa gəlsəm 2 tangens alfa, 1-i 1-ə vuraram 1, tangensi tangensə vurub tangens kvadrat alfa yazaram. Bu da nəyin düsturudur? Tangens 2 alfanın düsturudur. Ona görə cavab eləyəcək B variantı. Mən gəlirəm 26 nömrəli suala. 26 nömrəli sualda nəyi necə analiz eləyəcəyik uşaqlar? Buradan yazım.
1 çıxılsın kosinus alfa üstə gəlinsin kosinus 2 alfa. Yazacağım burada sinus 2 alfa çıxılsın sinus alfa ilə işimiz yoxdur. O da bərabərdir. Yazaram uşaqlar kosinus alfandan olduğu kimi saxlayayım. 1 çıxılsın kosinus alfa. Kosinus 2 alfanın yerinə yazıram. 2 kosinus kvadratı alfa çıxılsın 1 şəklində. Sinus 2 alfanın da yerinə uşaqlar yenə yazacağım. 2 dənə sinus alfa kosinus alfa şəklində çıxılsın sinus alfa. Surətdən gördüyüm ifadədən məlum məsələdir ki, birlərimiz ixtisar gedəcək. Digər tərəfdən uşaqlar hər tərəfdən kosinus alfanı çıxartsam mötərizə xaricinə 2 kosinus alfa çıxılsın 1 qalacaq. Bölünsün məxrəcdən də sinus alfanı mötərizə xaricinə çıxartsam 2 kosinus alfa çıxılsın 1 qalacaq. Digər tərəfdən 2 kosinus alfa minus 1'lər gedəcək uşaqlar. Kosinusu sinusa bölsəm cavab eləyəcək kotanges alfa. Variant A variantı. Gəlirəm növbəti suala. Növbəti sual 27 nömrəli sualdır. Necə yazaram? Kosinus 270 dərəcə üstə gəlinsin alfa. Digər tərəfdən vurulsun sinus alfa. Üstə gəlinsin sinus kvadratı 540 üstə gəlinsin alfa. Üstə gəlinsin uşaqlar tangens 900 dərəcə üstə gəlinsin alfa. Vurulsun kotangens alfa ilə işim yoxdur. Digər tərəfdən bərabərdir. Kosinus 270-də sinusa çevirilənəcək. 4-cü rübdü müsbətdir. Bax, bu sinus oldu. Qarşıdakı da bu sinusu sinusa vursam sinus kvadratı alfa eləyəcək. Okeydirmi? Üzərinə gəlinsin. 540 dərəcədən 360'a çıxsam 180 dərəcə eləyəcək bu. Sinus 180-də öz adında qalacaq. Mənfi müsbətliyinə baxmıram. Üstə gəl. 900'dən 720'ni çıxsam tangens 180 dərəcədə öz adında qalacaq. Tangens alfa vurulsun, kotangens alfa eləyər. 3-cü rübdə müsbətdir. Sinus kvadratı üstə gəl sinus kvadratı. 2 dənə sinus kvadratı üstə gəl 1 eləyər. Amma cavablara baxsaz sizdə kosinus 2 alfadan danışır. Kosinus 2 alfanın açılışı bərabər idi. 1 çıxılsın 2 sinus kvadratı alfa. Mən buradan 2 sinus kvadratı alfanı tapsam, bərabər eləyəcək kosinus 2 alfa, 1 çıxılsın daha doğrusu kosinus 2 alfa. Gətirib bunun yerinə 1 çıxılsın kosinus 2 alfa yazaram. Üstə gəlinsin 1, 2 çıxılsın kosinus 2 alfa mənim düsturum eləyər. Maraqlı sualdır. Cavab B variantı. Gəlim növbəti suala. Növbəti 28 nömrəli sual. Nə deyilir? Deyir ki, sinus alfanı sənə 5'də 3 vermişəm və mənim bucağım 2-ci rübün bucağıdır. Tangens 3 pi bölünsün 2 çıxılsın 2 alfadan danışır. Uşaqlar, tangens 3 pi bölü 2-də kotangesə çevirilənəcək. 3-cü rübdə isə müsbətdir. Kotanges 2 alfanın açılışından danışmalıyam. 1 minus tangens kvadrat alfa bölünsün 2 tangens alfadan danışarıq. Deməli bizə tangens lazımdır. Bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Düzbucaqlı üçbucağa alfa desəm, sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir gənclər. 5'in kvadratından da 3'in kvadratını çıxsam bura 4 yazaram. Tangens alfamız bərabər eləyəcək 3 bölünsün 4. Gətirib yerinə qoyaram. 1 çıxılsın 4'də 3'in kvadratı 16'da 9. 2 vurulsun 4'də 3. 1'dən 16'da 9 çıxsam 16'da 17 eləyir deyəsən. Bu da 3 bölünsün 2 eləyir, səhv eləmədimsə əgər. Bu da eləyəcək uşaqlar 2 qalxacaq, vurulacaq 7'yə 14 eləyər. 16 da vurulsun 3 eləyər. 2 ixtisar getsə 7 vurulsun 24. 7 bölünsün 24 eləyər cavab. Amma ikinci rübün bucağı olduğuna görə, ikinci rübdə tangens, kotangens mənfi olduğuna görə cavab mənfi 7 bölünsün 24 eləyəcək. Variant B variantı. Gəlim növbəti suala. Növbəti sual 29 nömrəli sual. Sənə alfanı verir ki, pi bölünsün 12'dir. Yəni 15 dərəcə verir. Gətirib ya ədədi qiymətlərin yerinə qoyarsan, sinus 15 dərəcə, üstə gəlinsin kosinus 15 dərəcə kimi. Və yaxud da ki, uşaqlar bərabərdir bir dənə t deyib misalı həll eləmək lazımdır. Bərabərdir bir dənə t deyib hər tərəfi kvadrata yüksəltmək lazımdır. Mən də yazaram ki, kökün altında 2, sinus 15 dərəcənin ədədi qiymətini yazacağım. Kökdə 6 minus kökdə 2 bölünsün 4. Kosinus 15 dərəcənin də ədədi qiymətini yazacağım. Kökdə 6 üstə gəlinsin kökdə 2 bölünsün 4. 4'lər hər ikisində eynidir. Kökdəkinə işim yoxdur. 4'lər eynidir. Bunlar gedəcək. Kökdə 6'nın üstünə kökdə 6 gəlsəm eləyəcək 2 kökün altında 6 uşaqlar. O da bərabərdir. Bu 4'ü 2'yə bölsəm 2 qalar. Kökdəkini kökdə 6'ya vuraram. Kökdə 12 bölü 2 eləyər. 2 kökün altında 3 eləyər bölünsün 2. Bunlar da ixtisar getsəm cavab eləyəcək kökün altında 3.
Daha sonra gəlirəm növbəti suala. Növbəti sualda 30 nömrəli sualı necə həll edərik? Deyərik ki, kosinus 5 pi bölünsün 6 vurulsun sinus mənfi pi bölünsün 6'nın üzərində bir dənə kvadrat yazarıq. Şagird bilir ki, pi'nin yerinə 180 qoysam 6'ya bölərəm 30, 5'ə vuraram 150 dərəcə eləyəcək. Vurulsun mənfinin kvadratı müsbət eləyər. Bu da sinus 30 dərəcə eləyəcək. Üzərində bir dənə kvadrat yazarıq. Kosinus 150 dərəcənin açılışını 90 üstə gəlinsin 60 kimi yazaram. Kosinus 90-da sinusa çevirilənəcək. Eləyəcək sinus 60. İkinci rübdə mənfidir. Mənfisini yazmıram. Çünki üzərində kvadrat var onsuz da. Sinus 60 dərəcə kökdə 3 bölü 2'dir. 30 dərəcə də 2 ilə 1'dir. Üzərində kvadrat. Kökdə 3'ü 1'ə vuraram. Kökdə 3 kvadratı 3 eləyər. 2'ni 2'yə vuraram. 4 kvadratı 16 eləyər. Cavab 16'da 3 C variantı. Gəlirəm 31 nömrəli suala. 31'i necə yazarıq? Deyir kosinus kvadratı 5 çıxılsın 2'də 1 kosinus 10. Dərəcəni aşağı salmadan gedə bilərəm ki, kosinus kvadratı alfa bərabərdir 1 üstə gəl kosinus 2 alfa bölü 2. Eyni bu düsturu gətirib bura tətbiq edirəm. 1 üstə gəl kosinus 5'i 2'yə vuraram 10 bölünsün 2. Addenlə addenini 2'yə bölürəm hər tərəfi. Çıxılsın bu da kosinus 10 bölünsün. Aman. Bu da kosinus 10 bölünsün 2 deməkdir uşaqlar. Bunlar gedəcək. Cavab qalacaq 2'də 1. Gəlirəm 32 nömrəli suala. 32'də nə deyilir? Kosinus 72 dərəcə vurulsun kosinus 216 dərəcə. Qəşəng sualdır. Diqqətlə dinləyin. Mən 216 dərəcəni belə yazıram. Kosinus 72 dərəcə vurulsun. Kosinus 180 üstə gəlinsin 36 yazaram. O da bərabərdir. Kosinus 72 ilə işim yoxdur. Kosinus 180-də öz adında qalır. Üçüncü rübdə isə mənfidir. Mənfi olacaq, qarşıya da bir dənə mənfi atıram. İndi sizə belə bir söz deyim. Əgər trigonometriyada, demək olar ki, %80% deyək də, %70%. Bir bucaq digərinin 2 qatıdsa, hər tərəfi sinus 2 alfaya gətirin. Yəni 2 dənə sinus 36'ya həm vur, həm də böl. Baxın, mən bunun hər tərəfini 2 dənə sinus 36 dərəcəyə həm vururam, həm də 2 dənə sinus 36 dərəcəyə bölürəm. Bunun bu hissəsi müəllimə sinus 2 alfanın açılışıdır. 36'nı 2'yə vuraram 72 dərəcə. Yanında onsuz da kosinus 72 dərəcə var idi. Qarşısında mənfi var. Bu da 2 dənə sinus 36 eləyir. Müəllimə, yenə bunun düstur olması üçün bura 2 yazaram, burada bir dənə 2 yazaram. Surətdəki ifadə 72'ni 2'yə vursam sinus 144 dərəcənin açılışıdır. Bu da 4 dənə sinus 36 eləyər. O da mənfi sinus 144'ün yerinə yazaram 180 çıx 36 bölünsün 4 dənə sinus 36. Sinus 180'də uşaqlar öz adında qalacaq. İkinci rübdə müsbətdir. Olduğu kimi qaldı. 4 dənə sinus 36. Sinus 36'lar getsə ədədi qiyməti olacaq. Mənfi 4'də 1 kifayət qədər qəşəng sualdır. 33 nömrəli suala baxaq. 33'də tangeslərlə verilibsə mən nə edirəm bunu? Yazaram ki, müəllimə 2'də 1 sinus 10x-dan işim yoxdur. Tangens 5x üzərinə gəlinsin kotangens 5x uşaqlar. O da bərabərdir. Mən sinus 10x-i də aça bilərəm, amma açmıram. Qoy sinus 10x qalsın. Tangens 5x-in yerinə yazıram sinus 5x bölünsün kosinus 5x. Üstə gəlinsin kotangensin yerinə yazıram kosinus 5x bölünsün sinus 5x. O da bərabərdir. 2'də 1 sinus 10x-dan işim yoxdur. Ortaq məxrəc yazaram bunlara kosinus 5x vurulsun sinus 5x. Surətdə çarpaz. Sinus 5x-i sinus 5x-a vursam sinus kvadratı 5x eləyər. Kosinus 5x-i kosinus 5x-a vursam kosinus kvadratı 5x eləyər. O da bərabərdir. Əsas eynilikdən 1 eləyər. Düstur olması üçün bura 2 yazıb, burada 2 yazaram. Burada yazacağım sinus 10x bölünsün 2. Surətdə bir dənə 2 qaldı. Çünki bu 1 idi. Məxrəcdə də sinus 2 alfanın açılışıdır. 5x-i 2'yə vuraram 10x. Bunlar ixtisar gedəcək. Cavab qalacaq nəticədə 1. Gəlirəm 34 nömrəli suala. 34'də nə edirəm? Sinus 60 dərəcəni olduğu kimi yazıram. Məxrəcdəki ifadə mənfi kosinus 2 alfanın açılışıdır. 15'i 2'yə vursam 30 dərəcə. Sinus 60 dərəcə kökdə 3 bölü 2'dir. Kosinus 30 dərəcədə kökdə 3 bölü 2'dir. Cavab mənfi 1 eləyər qarşıdakı mənfiyə görə. 35 nömrəli sual sinus alfa bölü 2 üstə gəl kosinus alfa bölü 2'ni 2'də 1 verib. Bizdən sinus alfanı soruşur. Hər tərəfi kvadrata yüksəldərəm. Birincinin kvadratı
Üstə gəlinsin birinci və ikinci hasilinin uşaqlar 2 misli, üstə gəlinsin ikincinin kvadratı bərabərdir 4də 1-ə. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa 1 eləyər. Bu sinus 2 alfanın açılışıdır. Alfa bölü 2-ni 2-yə vursam sinus alfa 4də 1 eləyər. Buradan da sinus alfa 4də 1-dən 1 çıxıb mənfi 4də 3 yazaram. O da mənfi 0,75 eləyər. Cavab A variantı. Gəlirəm növbəti sual 36 nömrəli suala. Sinus 3 alfa bölünsün sinus alfa. Üstə gəlinsin kosinus 3 alfa bölünsün kosinus alfa bərabərdir 1 verib. Ortaq məxrəc yazacağım ki bunlara sinus alfa vurulsun kosinus alfa. Surətdə çarpaz yazaram. Sinus 3 alfanı vuraram kosinus alfaya. Üstə gəl kosinus 3 alfanı vuraram sinus alfaya bərabərdir 1. Surətdəki ifadə sinus alfa üstə gəlinsin betanın açılışıdır. Yəni 3 alfanın üstünə alfa gələrəm. Sinus 4 alfanın açılışıdır. Məxrəcin düstur olması üçün bura bir dənə 2 yazıramsa, burada bir dənə 2 yazaram. Onda məxrəc eləyəcək sinus 2 alfanın açılışı bərabərdir 1. Bu 2-ni də yazdıq çünki bura yazmışdıq, burada yazdıq. Sinus 4 alfanı uşaqlar mən açaram 2 dənə sinus 2 alfa, kosinus 2 alfa şəklində. Bölünsün sinus 2 alfa ilə yenə işim yoxdur. Bərabərdir 1. Sinus 2 alfalar gedər. Kosinus 2 alfa bərabərdir. Bu 1-i böləcəyəm 4-ə. 4də 1. Amma bizdən kosinus 2 alfanı soruşmur. Kosinus kvadratı alfanı soruşur. Mən bunu açaram. 2 kosinus kvadratı alfa minus 1 kimi açaram bərabərdir 4də 1. 4də 1-in üstünə 1 gələrəm. 2 kosinus kvadratı alfamız 4də 5 eləyər. 4də 5-i də 2-yə bölsəm, kosinus kvadratı alfamız müəllimə 8də 5 eləyər. Cavab Y variantı. 37 nömrəli suala baxaq. 37-də nə deyilir? Bu ifadə kosinus 2 alfanın açılışıdır. Yerinə yazıram kosinus 2 alfa. Üstə gəlinsin sinus 2 alfa. Bərabərdir bir dənə t deyirəm uşaqlar. Ədədi qiymətlərini də yerinə qoya bilərəm. Amma 12, 15, 105 eləyəcək. Ədədi qiymətlərini də yerinə qoyub yazmaq olar. Fikir versəz. Kosinus 7 pi bölünsün 24 yazsam bura. 7 pi bölü 4'ü 24'ü 2'yə vursam 7 pi bölü 12 eləyər. Üstə gəlinsin sinus. Bu da 7 pi bölünsün 12 eləyər. 180'i 12'ye bölərəm 15. 15'i də vuraram 7'yə. 15'i 7'yə vuran neçə edir? 105 dərəcə. Bu eləyəcək kosinus 105 dərəcə. Bu da eləyəcək sinus 105 dərəcə. O da bərabərdir. 90 üstə gəlinsin 15 bunu yazaram. Bunu da 90 üstə gəlinsin 15 yazaram. Kosinus 90'da sinusa çevirilənəcəyi ikinci rübdə mənfidir. Sinus 90'da kosinusa çevirilənəcəyi ikinci rübdə müsbətdir. Yəni demək istədiyim kosinus 15 çıxılsın sinus 15 qalır. O da kosinus 15'in ədədi qiymətini yazacağım. Yenə kökdə 6 üstə gəlinsin kökdə 2 bölü 4. Çıxılsın burada da kökdə 6 minus kökdə 2 bölünsün 4. Məxrəclər eynidirsə kökdə 6 üstə gəl kökdə 2 çıx kökdə 6. Qarşıdakı mənfiyə görə üstə gəl kökdə 2 eləyər. Bunlar gedər. 2 kökün altında 2 bölü 4 eləyər. Bu da kökdə 2 bölünsün 2 eləyər. İxtisar gedəndən sonra qəşəng sualdır. Gəlirəm növbəti suala. Növbəti sual 38 nömrəli sual. 1 minus 2 sinus kvadratı alfa kosinus 2 alfanın açılışı idi. Yəni 15'i 2'yə vurub kosinus 30 dərəcə alaram. Ədədi qiyməti kökdə 3 bölü 2'dir. C variantı. Şükür ki biraz sadə suallara gəldik. 40 nömrəli sualda sinus 56 dərəcə bərabərdir. A verib. Səndən soruşur kosinus 112 dərəcəni. Kosinus 112'ni də yazaram. 56 vurulsun 2. Sinusdan açaram. 1 minus 2 sinus kvadratı 56 kimi. Gətirib bunun yerinə A qoyaram. Bu da eləyər 1 çıxılsın 2A'nın kvadratı. Cavab C variantı. Amma 41'i də yazım. 41'in maraqlı tərəfi var. Sinus 123 dərəcəni sənə A verib. Sinus 246 dərəcəni soruşur bizdən. Mən 246 dərəcəni belə yazaram. 123 dərəcə vurulsun 2 kimi. 2 dənə sinus 123, kosinus 123 kimi açaram. Sinus 123'ün ədədi qiyməti A'dır. Amma kosinus 123'ün ədədi qiymətini buradan tapıram. Sinus kvadratı 123 üstə gəl kosinus kvadratı 123 uşaqlar 1'dir. Gətirib bunun yerinə A qoyaram. Eləyər A kvadratı. Üstə gəl kosinus kvadratı 123 bərabərdir 1'ə. Buradan kosinus kvadratı 123 bərabər eləyər 1 çıx A kvadratı. Kosinus 123 plus minus yazmalıyam kökün altında. Amma 123 dərəcə ikinci rüb olduğuna görə mənfi yazıram qarşıya. Gətirib burada yerinə mənfisini yazıram. Mənfi kökün altında 1 minus A kvadrat eləyəcək. Cavab
A variantı. 42 nömrəli sual buraxılış sualı idi. Sinus 4x-dan işim yoxdur. 2. Mötərizənin içinə fikir versəz, kosinus üstü 4-2x çıx sinus üstü 4-2x bərabərdir sinus kx yazıram. Bunun bu hissəsi kosinus 2 alfanın açılışıdır. Yəni 2x'i 2-yə vursam 4x. Burada sinus 4x'im var. Qarşıda bir dənə 2 var. Bərabərdir sinus kx. Bunun bu hissəsi sinus 2 alfanın açılışıdır. 4x'i 2-yə vursam 8x. Bu da sinus kx eləyər. Sən demə buradan belə çıxır ki, k-mız 8'dir. Amma burada yerləri dəyişik olduğuna görə bu mənfi kosinus 6x'in uşaqlar açılışı olacaq. Yəni qarşıda mənfi olacaq. Mənfi 12x. Ona diqqət edin. 44 nömrəli suala baxaq. 44'ü yazaram tangens alfa. 1 çıxılsın tangens alfa. Çıxılsın kotangens pi bölü 2. Üstə gəlinsin alfa. 1 üstə gəlinsin tangens alfa. O da bərabərdir. Tangens alfa ilə işim yoxdur. 1 çıx tangens alfa ilə də işim yoxdur. Kotangens pi bölünsün 2-də tangensə çevirilənir. İkinci rübdə mənfidir. 2 mənfi müsbət eləyər. Bölünsün 1 üstə gəlinsin tangens alfa. Ortaq məxrəc yazaram bunlara. 1 çıx tangens alfa. 1 üstə gəlinsin tangens alfa yazaram. Tangensi 1'ə vurub tangens alfa yazaram. Tangensi tangensə vurub tangens kvadrat alfa yazaram. Tangensi 1'ə vurub tangens. Tangensi tangensə vurub tangens kvadratı. Bunlar gedər. Surətdə olacaq 2 tangens alfa. Məxrəcdə də 1 çıxılsın tangens kvadratı alfa. Bu özü tangens 2 alfanın açılışı eləyəcək. D variantı. 45 nömrəli sual. 45'e baxaq. 45'də nə deyilir? Deyilir ki, biri tangens 2 alfadır, biri tangens alfadır. Tangens 2 alfadan mən belə yazım. Misalı birbaşa yazıram. 2 dənə tangensin yerinə uşaqlar yazacağım sinus 2 alfa bölünsün kosinus 2 alfa. Artıq ruşkada atqaz getdi deyəsən. Vurulsun tangens alfanın yerinə yazacağım sinus alfa bölünsün kosinus alfa. Bölünsün tangens 2 alfanın yerinə mən yazacağım sinus 2 alfa bölünsün kosinus 2 alfa. Çıxılsın tangens alfanın yerinə sinus alfa bölünsün kosinus alfa yazaram. Ortaq məxrəc tapacağım bunlara. Ortaq məxrəc yazarıq kosinus 2 alfa. Kosinus alfa. Surətdə çarpaz yazaram. Sinus 2 alfanı kosinus alfaya vuraram uşaqlar. Yazaram sinus 2 alfa vur kosinus alfa. Çıx sinus alfanı vuraram kosinus 2 alfaya. Buradakı məxrəc surətlə işim yoxdur. Olduğu kimi köçürdürəm misalı. Köçürtdüm. Sinus alfa kosinus alfa. Alt-alta kəsirlərdə bilirəm ki, bu məxrəclər ixtisar gedəcək. Yalnız məndə surətdə qalacaq 2 sinus 2 alfa vurulsun sinus alfa. Bölünsün. Bu isə sinus alfa minus beta'nın açılışıdır. 2 alfadan alfanı çıxıb sinus alfa yazaram. Bunlar ixtisar gedər. Nəticədə cavab 2 sinus 2 alfa qalar. O da hansı variant eləyər? C variantı. 47 nömrəli sualı da baxaq. 47. Baxsam 1 üstə gəlinsin kosinus 6 bölü 2. Üstə gəl kosinus 3 üstə gəlinsin 3. Uşaqlar, dərəcənin aşağı salma düsturuna görə kosinus kvadratı 3 bərabər idi. 1 üstə gəlinsin kosinus 6 bölü 2. Elə deyildi. 3 2'yə vururduq da. Bölünsün 2. Deməli, gətirib bunun yerinə kosinus kvadratı 3 qoyaram. Üstə gəlinsin kosinus 3, üstə gəlinsin 3. Kvadratla kök gedib ədəd modulda çıxır. Amma dərəcə deyil, radianla verilib. Radiandan dərəcəyə keçməliyəm mən burada. 3'ü 57'yə vursam, bu kosinus 171 dərəcə eləyir. İkinci rübdü mənfidir. Mənfidirsə qarşısına mənfi atıb çıxardıram. Üstə gəlinsin kosinus 3, üstə gəlinsin 3. Kosinus 3'lər ixtisar getsə, nəticədə cavab qalacaq 3. Və yaxud bu ifadəyə fikir versəz, kosinus alfa minus beta'nın açılışıdır. 5 alfadan alfanı çıxaram 2 alfa. Bu da 2 kosinus kvadratı alfa çıx 1'dir. 2 dənə 4'də 1'in kvadratı 16'da 1 çıx 1. 8'də 1'dən 1'i çıxsam, mənfi 8'də 7 eləyəcək. Cavab D variantı. 51 nömrəli sualı da eləyim. 51. 3 dənə 2 bölünsün sinus 4 alfanı yazaram uşaqlar. Bax bunu. 2 dənə müəllimə sinus 2 alfa, kosinus 2 alfa. Kotangensin yerinə yazıram kosinus 2 alfa bölünsün sinus 2 alfa şəklində. Ortaq məxrəc yazacağım bunlara. Bərabər eləyəcək. 3 vurulsun. 2 dənə sinus 2 alfa, kosinus 2 alfa şəklində. Bu ifadəni buna bölsəm. 1, 1'i 2'yə vurub 2 yazaram. Bu ifadəni buna bölsəm. 2 sinus 2 alfa qalar. 2 kosinus 2 alfa qalar. 2'yə də vuraram. 2 dənə kosinus kvadratı 2 alfa.
2'ləri mötərizə xaricinə çıxartsam gedəcək. Burada qalacaq 1 çıxılsın kosinus kvadratı 2 alfa. Bu özü mənə sinus kvadratı 2 alfanı verəcək. Bölünsün məxrəcdə sinus 2 alfa, vurulsun kosinus 2 alfa. Uşaqlar, bunun biri ilə də bu gedər. Qalacaq 3 dənə sinus 2 alfa, bölünsün kosinus 2 alfa. O da eləyəcək 3 dənə tangens 2 alfa. Deməli, baxırıq uşaqlar 53 nömrəli suala. Sinus 2 betadan 2 alfadan danışır və kotangens betadan danışır. Düzbucaqlı üçbucaq verib. Sinus 2 alfanı mən 2 dənə sinus alfa, kosinus alfa kimi açıram. Kotangens beta ilə işim yoxdur. Və 2 vurulsun sinus alfanın yerinə, alfanın yerinə uşaqlar, qarşıdakı katetin hipotenuza nisbətidir. Yəni A bölünsün C yazaram. Kosinus alfanın yerinə bitişik katetin hipotenuza nisbətini yazaram. Yəni B bölünsün C. Və kotangens betanın yerinə də bitişiyin qarşıdakı katetə nisbətini yazaram. B'lər gedəcək. A-nı A-ya vuraram A kvadratı. C-ni C-yə vuraram C kvadratı. Qarşısında da 2 dənə A kvadratı bölünsün C kvadratı variant A variantı eləyəcək. Gəlirəm növbəti suala. 55 nömrəli suala baxaq. Sinus 2 alfa ilə işimiz yoxdur. Bölünsün 1 üstə gəlinsin. Kosinus 2 alfanın yerinə uşaqlar 2 kosinus kvadratı kosinus 2 alfanın yerinə 2 kosinus kvadratı alfa minus 1 qoyaram. Deməli, düzəldim bunu. 2 kosinus kvadratı alfa çıxılsın 1 qoyaram. Vurulsun kosinus alfa. Bölünsün 1 üstə gəlinsin kosinus alfa yazaram. O da bərabərdir. Sinus 2 alfanı da 2 dənə sinus alfa, kosinus alfa kimi yazarıq. 1'lər gedəcək gənclər, 2'lər də gedəcək. Yerdə qalacaq yalnız bu kosinusdan bu kosinus ixtisar gedəcək. Burada qalacaq bir dənə sinus alfa bölünsün kosinus alfa. Vurulsun kosinus alfa bölünsün 1 üstə gəlinsin kosinus alfa. Bunlar da ixtisar gedəcək. Cavab sinus alfa bölünsün 1 üstə gəlinsin kosinus alfa qalacaq. Bu da tangens alfa bölünsün 2'nin düsturudur. Gəlirəm 57 nömrəli suala. 57'də nə edərəm? Sinus 236 dərəcədən danışır. Mən bunu yazaram. Sinus 180 üzərinə gəlinsin 56 dərəcə yazaram. Elə deyil. Bəli, sinus 180-də öz adında qalır. 3-cü rübdə mənfidir. 56 dərəcəni 2 vurulsun 28 yazaram. Bax, bu 56-nı 2 vur 28 yazdım. O da eləyəcək mənfi 2 dənə sinus 28 vurulsun kosinus 28 şəklində. Sinus 28-in ifadəsinin qiymətini A verib bizə. Kosinus 28 yoxdur. O da sinus kvadratı 28 üstə gəlinsin kosinus kvadratı 28 1'dir. Buradan kosinus kvadratı 28 bərabərdir. 1'dən A-nın kvadratını çıxaram. Və hər tərəfdən də kök alsam uşaqlar, kosinus 28 bərabərdir müsbət kökün altında 1 minus A kvadratı. Niyə görə? Çünki 28 dərəcə 1-ci rübün bucağı olduğuna görə müsbəti yazırıq. 2-ci rüb olsaydı mənfi yazacaqdım. 1 minus A kvadratı qarşısındakı mənfi 2 isə sinusun argumentinə görə təyini idi. Gəlirəm 59 nömrəli suala. 59 nömrəli sualda sinus 16 dərəcə, üzərinə gəlinsin sinus 8 dərəcə, bölünsün kosinus 16 dərəcə, üzərinə gəlinsin kosinus 8, üzərinə gəlinsin 1'dən danışır. Mən surətdə sinus alfa üstə gəlinsin betanın tətbiqini yaza bilərəmmi? Bir dənə baxaq. Uşaqlar, sinus alfa üstə gəlinsin sinus betanın açılış düsturu. 2 dənə sinus alfa üstə gəlinsin beta bölü 2. Vurulsun kosinus alfa minus beta bölü 2 idi. Yəni 2 dənə sinus 16'nın üstünə 8 gələrəm. 24 2'yə bölüb 12 yazaram. Vurulsun kosinus 16'dan 8 çıxaram. 8 2'yə bölüb 4 yazaram. Bölünsün. Kosinus 16 dərəcəni 2 qat argumentlə gərək yazardıq bunu. Heç bunlara ehtiyac yoxdur. Gəlin 2 qat argumentlə yazım. Bunlarla yazmayayım. Deməli, sinus 16 dərəcəni yazaram 2 vurulsun 8 formasında. Sinus 2 alfa kimi açaram bunu. 2 dənə sinus 8, kosinus 8 kimi. Üzərinə gəlinsin sinus 8 ilə işim yoxdur. Bölünsün. Kosinus 16 dərəcəni də yazaram. Yenə 2 vurulsun 8 kimi. Bunda belə yaşaram. 2 kosinus kvadratı 8 çıxılsın 1. Üzərinə gəlinsin kosinus 8. Üzərinə gəlinsin 1. 1'lər gedəcək burada. Surətdən sinus 8'i mötərizə xaricinə çıxartsam, yerdə qalacaq uşaqlar 2 dənə kosinus 8 üstə gəlinsin 1. Məxrəcdən də 2 dənə kosinus 8'i mötərizə xaricinə çıxartsam, yerdə qalacaq 2 dənə kosinus 8 üstə gəlinsin 1. 2 dənə kosinus 8'lərim ixtisar gedəcək. Sinus 8'i böləcəyəm kosinus 8'ə. Cavabımız eləyəcək tangens 8 dərəcə. D variantı 59 nömrəli sualda.
Gələk növbəti suala, 60 nömrəli suala baxaq. 60 nömrəlidə kosinus 4 dənə arc tangens 2/1-dən danışır. Mən buna bir dənə alfa deyərəm, arc tangens 2/1-ə. Onda belə çıxır ki, tangens alfamız bərabərdir 2/1-ə. Bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Çəkdiyim düzbucaqlı üçbucağa görə bu bucağa alfa desəm, tangens alfa qarşıdakı katetin bitişik katetə nisbətidir. Onda burada kökdə 5 eləyərlər. Və məndən kosinus 4 alfadan danışır. Fikir verin, alfa qoymuşamsa buna, kosinus 4 alfadan danışır. Kosinus 4 alfanın açılışı 2 dənə kosinus kvadratı 2 alfa çıxılsın 1 yazaram. Kosinus 2 alfanın yerini düsturu necə idi? Kosinus 2 alfa bərabərdir. 2 kosinus kvadratı alfa çıxılsın 1 deyildi. Eyni bu 4 alfanın 2 mislini yazdım burada. Fikir verin. O da bərabərdir. Məndə yenə 2 alfa qalıb. Ona görə 2 dənə bu kosinus 2 alfanın yerinə yenə yazaram 2 dənə kosinus kvadratı alfa çıxılsın 1. Üzərində bir dənə də kvadrat var. Çıxılsın bir dənə də birimiz var. O da bərabər eləyəcək. Mənə kosinus alfa lazımdır. Kosinus alfa da bərabərdir bitişik katetin hipotenuza nisbəti. 2 vurulsun, 2 vurulsun. Bunun yerinə yazacağım kosinus kvadratının yerinə 2 bölünsün kökdə 5-in kvadratı. O da 4 bölünsün 5 eləyər. Çıxılsın 1, kvadratı minus 1. Uşaqlar, bunu da siz hesablasaz çox xoşbəxt olardım. 8-i 5-ə bölsəm neçə eləyəcək? 1,6-dan 1 çıxaram. 0,6. Kvadratı 0,36. 2'ye vursam 0,72 eləyəcək. Çıxılsın 1. Düz yazdım mı? O da mənfi 0,28 eləyəcək. O da %28 yazsam. 4'e ixtisar getsə 25'də 7 eləyər. Cavab mənfisi ilə C variantı doğru almışıq. Gəlirəm növbəti suala. 61 nömrəli suala. 1 çıxılsın sinus 50 olduğu kimi saxlayaq. Baxaq görək nə edirik. Kosinus 110 dərəcənin yerinə olar, mən belə yazım. Bax, 110 dərəcəni yazaram, 90 üstə gəlinsin 20 kimi. Kosinus 90-da sinusa çevrilənəcək. Və ikinci rübdə kosinus mənfidir. Yəni, bu mənfi sinus 20 dərəcə olacaq. Kosinus 70 də sinus 20-dir. Yəni, mənfi sinus 20 çıx bir dənə də sinus 20 kosinus 70'in yerinə. Burada da 1 minus sinus 50 ilə işim yoxdur. Bölünsün. Bu da eləyəcək mənfi 2 dənə sinus 20 dərəcə. O da bərabərdir uşaqlar. Sinus 50-ni mən özüm yazaram. Kosinus 90-dan 50-ni çıxıb 40 dərəcə. Kosinus 40 dərəcəni də 2 qat arqument kimi açaram. Amma sinusdan açacağım. Kosinus 2 alfanın açılışı necə idi? Kosinus 2 alfa bərabər idi. 1 minus 2 sinus kvadratı alfa deyildi. Eyni düsturu bax burada tətbiq eləyərəm. Bu 1 çıxılsın. Bunun yerinə kosinus 40'ın yerinə yazacağım. 1 çıxılsın 2 sinus kvadratı 20. Qarşıdakı mənfiyə görə də plus yazaram. Mənfi 2 dənə sinus 20 ilə də işimiz yoxdur. Birlər gedəcək. Bunlar getdikdən sonra misal bu şəkildə qalar. 2'lər gedər, sinuslar da gedəcək. Cavab mənfi sinus 20 qalacaq. A variantı. Qəşəng sual idi. Maraqlı sual idi. Gələk növbəti suala. 62 nömrəli sualı. Buraxılış sualıdır. Buraxılışa görə çox qəşəng bir sualdır. Yazacağıq kökdəki sinus kvadratı 5 pi bölünsün 4 çıxılsın alfa. Uşaqlar, üzərinə gəlinsin 2/1 sinus 2 alfa ilə işim yoxdur. Mən dərəcəni aşağı salma düsturunu bilirəm. Dərəcəni aşağı salma düsturuna görə sinus kvadratı alfa bərabərdir 1 çıxılsın kosinus 2 alfa bölünsün 2. Eyni düsturu bu altından xətt çəkdiyimə tətbiq eləməliyəm. Kökdəki yerinə yazacağım, fikir verin. 1 çıx kosinus 2 alfa. 1 çıx kosinus 2 alfa. Alfamız 5 pi böl 4'dür. Bu 5 pi bölünsün 4'ü 5 pi böl 4 minus alfanı 2'ye vuracağım uşaqlar. Onda niyə belə eləyir? Burada yazacağım 5 pi bölünsün 2 çıxılsın 2 alfa. 2'ye vurdum, fikir verin. Bölünsün 2. Üstə gəlinsin 2/1 sinus 2 alfa ilə işimiz yoxdur. O da bərabərdir. Kökün altında 2. 1 çıxılsın. 180'i 2'ye bölərəm 90. 90'ı da 5'e vurup 450 yazaram. Bu 450 dərəcədən 360'a çıxsam 90 dərəcə eləyər. Kosinus 90'da sinusa çevirilənir. Birinci rübün bucağı da müsbətdir. Addelinə addelini bax, hər ikisini mən 2'ye bölürəm. Bunu da 2'ye bölərəm. Bunu da üstə gəlinsin 2/1 sinus 2 alfa kimi yazaram. Eyni qayda ilə bunlar gedəcək uşaqlar. Qalacaq burada bir dənə kökün altında 2 bölünsün 2. Cavab Y variantı. Maraqlı sualdır. Gəlirəm növbəti sual 64 nömrəli suala. 64'də nə deyilir? Deyir sinus üstü 4 alfa. Üstə gəlinsin kosinus üstü 4 alfa. Üzərinə gəlinsin 2/1 mənfi kosinus kvadratı 2 alfa. Üstə gəlinsin 1 ifadəsini sadələşdirmək lazımdır. Mən belə yazım.
Ağlıma milyon dənə üsul gəlir, amma gəlin belə yazaq. Sinus üstü 4 alfa, üstə gəlinsin kosinus üstü 4 alfa, üstə gəlinsin. Uşaqlar, 1 minus kosinus kvadratı 2 alfa özü mənə verəcək sinus kvadratı 2 alfanı. Bu da eləyəcək sinus kvadratı 2 alfa, sinus kvadratı 2 alfa bölünsün 2. O da bərabər eləyəcək. Bu sinus üstü 4 alfanı belə açaram. Sinus kvadratı alfanın kvadratı üzərinə gəlinsin. Kosinus kvadratı alfanın kvadratı müəllimə. Üzərinə gəlinsin sinus kvadratı 2 alfa bölünsün 2. A-nın kvadratı üstə gəlinsin B-nin kvadratı kimi açsam. Bir dəfə bunların cəmi. Kosinus kvadratı alfa. Kvadratları cəmi çıxılsın birinci və ikinci hasilinin 2 misli. Birinci və ikinci hasilinin 2 misli uşaqlar 2 dənə sinus kvadratı alfa, kosinus kvadratı alfa eləyər. Üzərinə gəlinsin sinus kvadratı 2 alfa. Niyə belə eləyir? Sinus kvadratı 2 alfa bölü 2. Əsas eynilikdən bu 1 eləyəcək. Bunun düstur olması üçün qarşısında təbii ki bir dənə 2 lazımdır. Uca ağını çıxartdı deyəsən bu. Düzdürmü? Əməlli başda çıxartdı. Bunun düstur olması için qarşısına bir dənə 2 yazaram. Bir dənə də 2 ilə 1 yazaram. Bu hissəsi eləyəcək sinus kvadratı 2 alfa bölünsün 2. Üzərinə gəlinsin. Burada da sinus kvadratı 2 alfa bölünsün 2 var. Bunlar ixtisar gedəcək. Nəticədə cavab qalacaq 1. Yəni B variantı 64 nömrəli sualda. Gəlim 65 nömrəli suala. 65-i necə analiz eləyərik? Yazarıq ki uşaqlar 65. Deməli kosinus 36 bölünsün 2 dənə. Mən tangensin yerinə yazaram sinus 27 bölünsün kosinus 27 şəklində. Vurulsun. Sinus kvadratı 63-ün yerinə 90-dan 63 çıxıb kosinus kvadratı 27 yaza bilərəm. Gətirib yazıram bura kosinus kvadratı 27 dərəcə. O da bərabərdir. Bunun biri ilə bunun biri gedəcək. Yazacağım kosinus 36 dərəcə. Bölünsün. Burada qalacaq 2 dənə sinus 27, kosinus 27. Bu da gənclər sinus 2 alfanın açılışıdır. 27-ni 2-yə vurub 54 dərəcə yazaram. Sinus 54 özü kosinus 36 deməkdir. Eyni ədədə bölsəm cavab 1 eləyəcək. 66 nömrəli sualda tangens alfa kökdəki minus 1-i 22.5 dərəcədə alır. Yəni alfa bölü 2 22.5 dərəcədirsə 22.5-i 2-yə vurub 45 dərəcə alarıq. O da pi bölünsün 4 eləyəcək. Və yaxud 67 nömrəli suala baxsaq. Sinus 20 dərəcə, kosinus 70 dərəcə olduğu üçün bunlar gedəcək. Burada qalacaq kökdə 3. Tangens 15 dərəcə ilə işim yoxdur. 2 dənə 1 minus tangens kvadratı 15. Və görürəm ki, bura 2 yazsam bir dənə düstur olar. Ora 2 yazıramsa, məxrəcə də 2 yazmalıyam ki, misalın şərtini dəyişməyim. Bunun bu hissəsi, baxın, tangens 2 alfanın açılışıdır. Tangens 15'i 2'ye vurup 30 derece yazaram. Burada da yazacağım kökün altında 3, 2'ni 2'ye vurup 4 yazaram. Kökdə 3 bölünsün 4, tangens 30'da 1 bölünsün kökdə 3 deməkdir. Bunlar gedəcək, nəticədə cavab qalacaq 4də 1 D variantı. Və yaxud 68 nömrəli suala baxaq. 68 nömrəli sualda nə deyilir? Deyir ki, 1 çıxılsın 2 sinus kvadratı alfadır. Şagird də deyir ki, müəllimə, mən baxan kimi görürəm ki, 1 çıxılsın 2 sinus kvadratı alfa uşaqlar. Mənə bütün bu misal fikir verin. Bütün bu misal hamısı. Kosinus 2 alfanın açılışını verir. Deməli, müəllimə, mən bunun yerinə yazacağım. Kosinus 2 alfa. Alfanın yerində uşaqlar bu ədəd durur. 2də 1 arq kosinus 13'də 5. İkiler gedəcək. Kosinus arq kosinus yan yana gəlirsə, cavab təbii ki, argumentə bərabər olacaq. Və yaxud gəlirəm, kosinus 63 dərəcə, özü sinus 69 nömrəli sual. Şifahi yazmaq istədim, amma qoy yazaq. Kosinus 36 dərəcə ilə işim yoxdur. 63'ün üstündən xətt çəkdim. 90'dan 63 çıxıb sinus 27 yazım. Vurulsun kosinus 27. Düstur olması üçün bura 2 yazaram. Burada 2 yazaram. Məxrəc eləyəcək sinus 2 alfanın açılışı 27'ni 2'yə vurub 54 dərəcə yazaram. 2 dənə kosinus 36 yazaram. Elə bu kosinus 36 deməkdir 90'dan 54 çıxsam. İxtisarlar gedəcək. Cavab yalnız qalacaq 2. Gəlirəm 70 nömrəli suala. Tangens kvadratı 15. Tangens 15 dərəcənin ədədi qiyməti 2 minus kökün altında 3'dür. Üzərində kvadrat var. 4 vurulsun. Tangens 60 dərəcənin də ədədi qiyməti kökün altında 3'dür. Birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı, üstə gəlinsin 4 kökdə 3. Bunlar gedər. 4'ün üstünə 3 gəlib cavabı 7 alarıq. Gəlirəm 71 nömrəli suala.
71-də necə yazaq? Deməli, uşaqlar 71-də çevirmə düsturları ilə yazsam, sinus kvadratı 2 alfa olduğu kimi qalsın. Sinus uşaqlar 3 pi bölünsün 2-də koşinusa çevirilənəcək. 4-cü rübdə isə mənfidir. Koşinus alfa eləyəcək, bu mənfi. Koşinus pi bölü 2-də sinusa çevirilənəcək, 1-ci rübdə ilə müsbətdir. Bunun düstur olması üçün bura bir dənə 2 yazıb, burada bir dənə 2 yazaram. 2 dənə sinus kvadratı 2 alfa bölünsün. Məxrəc sinus 2 alfanın açılışıdır uşaqlar. Özdə mənfisi ilə. O da bərabərdir. Bunun biri ilə biri ixtisar gedəcək. Qarşıda qalacaq mənfi 2 dənə sinus 2 alfa. Düz oldu mu? Oldu. Sənə də bunu verib. Bu ifadəsinin qiymətini soruşur. Mən bunun hər tərəfini sinus alfa üstə gəlinsin, kosinus alfa bərabərdir kökdəkini kvadrata yüksəldərəm. Birincinin kvadratı üstə gəlinsin birinci və ikinci hasilinin 2 misli. Üzərinə gəlinsin ikincinin kvadratı bərabərdir kökdəkinin kvadratı 2 yazaram. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa 1 eləyər. Bu sinus 2 alfanın açılışıdır gənclər. Bərabərdir 2. Buradan sinus 2 alfa bərabər eləyəcək. 2-dən 1'i çıxacağım. Böləcəyim bunun da qarşısında, heç nə, qarşısında heç nə yoxdur. 2-dən 1'i çıxıb 1 yazacağım. Gətirib bunun yerinə 1 yazsam, mənfi 2-ni 1'ə vurub cavab eləyəcək mənfi 2. Yəni D variantı. Gəlirəm 72 nömrəli suala. Dərəcəni aşağı salma düsturundan yaza bilərik. Kosinus kvadratı alfanın açılışı 1 üstə gəl kosinus 2 alfa bölünsün 2-dir gənclər. Mən bunu buna tətbiq eləyirəm. 1 üstə gəl kosinus 2 alfa. 3 pi böl 4'ü 2'yə vuraram. 3 pi böl 2 çıx 2 alfa bölünsün 2. Üstə gəlinsin 0,5 sinus 2 alfa uşaqlar. O da bərabərdir. Kosinus 3 pi bölü 2'də sinusa çevirilənəcək uşaqlar. 3-cü rübdür, mənfidir. 2 alfa olduğu kimi qalır. Ayrı-ayrılıqda hər tərəfi 2'yə bölərəm. 0,5 sinus 2 alfa, sinus 2 alfa bölü 2 deməkdir. Bunlar ixtisar gedib, cavab 2'də 1 qalar. Yəni A variantı. Gəlirəm 73 nömrəli suala. 73'də deyir ki, sənə sinus 2 alfanı 5'də 4 vermişəm. Və yaxud mən bunu açsam, 2 dənə sinus alfa, kosinus alfa bərabərdir 5'də 4 deməkdir. Və yaxud uşaqlar hər tərəfi 2'də 1'ə vursam, sinus alfa, kosinus alfa bərabər eləyəcək 5'də 2'yə. Əlimdə bu var. Səndən sinus üstü 4 üstə gəl kosinus üstü 4'ü soruşur. Onda sinus kvadratı alfanın kvadratı üzərinə gəlinsin kosinus kvadratı alfanın kvadratı yazaram. O da bərabərdir. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfanın mötərizədə kvadratı çıx birinci və ikinci hasilinin 2 misli. Aha. Bu 1 eləyəcək. Çıxılsın, 2 vurulsun. Kvadratlarının yerinə də 5'dəkinin kvadratın 25'də 4 qoyaram. Yəni 1 çıxılsın 25'də 8. Bu da eləyəcək 25'də 17 variant. B variantı. Gəlirəm 74 nömrəli suala. 74 nömrəli sualda kosinus alfanı 1 bölünsün 4-cü dərəcədən m verib. Uşaqlar, bu kosinus alfadır. Mən kosinus kvadratı alfanı da tapım, hər tərəfi kvadrata yüksəldib. 1 bölünsün kökün altında m yazım. Mən kosinus üstü 4-cü dərəcəni tapım. 4-cü dərəcədən qüvvətə yüksəldib. 1 bölünsün m yazaram. Əlimdə bir dənə bunlar var. 3 üstə gəlinsin 4 dənə kosinus 2 alfa. Üstə gəlinsin kosinus 4 alfadan danışır mənə. Bu da eləyəcək 3 üstə gəlinsin 4 vurulsun. Kosinus 2 alfanın yerinə 2 kosinus kvadratı alfa, 2 kosinus kvadratı alfa minus 1 yazaram. Üstə gəlinsin kosinus 4 alfanın yerinə yenə yazaram. 2 kosinus kvadratı 2 alfa çıxılsın 1. O da bərabər eləyəcək. Gəl mən bunu hesablayayım. 4 vurulsun, 2 vurulsun. Kosinus kvadratı alfa 1 bölünsün kökün altında m'dir. Vay vay. 1 bölünsün kökün altında m'dir. Düzdür? Bəli. Çıxılsın 1. Üzərinə gəlinsin 2 vurulsun kosinus kvadratı 2 alfa. Kosinus 2 alfanı açsam uşaqlar yenə 2 kosinus kvadratı alfa minus 1 yazaram. Amma üzərində də bir dənə də kvadrat var. Çıxılsın 1. Birinci bu, sonra da bu. Bəli, birinci buna vurulacaq, sonra bu. O da bərabərdir. Gətirib yerinə qoyacağım yenə. 3 vurulsun 4, 2 bölünsün. 4'ü 2'yə vuraram. 8 bölünsün kökün altında m, çıxılsın 4. Üstə gəlinsin, 2 vurulsun, 2 vurulsun, kosinus kvadratı yenə 1 bölünsün kökün altında m'dir. Çıxılsın 1, üzərində kvadrat, çıxılsın 1. Uşaqlar, mən bunu hesablamaq istəmirəm, çünki mənim vaxtım gedəcək. Bir də addenlə açmalıyım, kvadratı yüksəldi, birincinin kvadratı, 2 misli ikincinin kvadratı. Da onu da özünüz açarsınız. Və yaxud sadə bir variantı yoxdur da onun. Düzdürmü? Kosinus 2 alfanı mən
yaza bilərəm. Kosinus 4 alfanı da adelini. Uzaqbaşı kosinus 2 alfanı ayrı-ayrılıqda hesablasam 2 kosinus kvadratı alfa minus 1 yazaram. Kosinus kvadratı alfada eləyəcək 2 vurulsun 1 bölünsün kökün altında m çıxılsın 1 və yaxud 2 bölünsün kökdə m çıxılsın 1 və yaxud kosinus 4 alfa uşaqlar. Yəni sadə bir yolu yoxdur. Kosinus 4 alfada bərabərdir 2 kosinus kvadratı 2 alfa çıxılsın 1. O da bərabərdir 2. Kosinus 2 alfanın yerinə yəni yazacağım 2 dənə kosinus kvadratı alfa çıxılsın 1. Üstündə kvadrat minus 1. Yəni gətirib yenə yerinə qoyacağım. İstənilən halda demək olar ki bir dənə həllimiz var. Yaxşı. 76 nömrəli sual. 76-nı nə edərəm? 76-da deyir ki, bir üstəgəlinsin sinus 2 alfa bölünsün sinus alfa üstəgəlinsin kosinus alfa. Sinus 2 alfanı 2 sinus alfa kosinus alfa kimi açsam bir xeyri varmı? Bir xeyri yoxdur. Gəlin belə eləyək. Kosinus alfa minus betadan açaq. Kosinus alfa minus betadan açsam açım da kosinus alfa minus betadan. Bəlkə kosinus alfa minus betadan açsam nəsə bir köməkliyi dəyər mənə. Deməli yazaram uşaqlar, mən kosinus 45 dərəcə çıxılsın alfa bərabərdir 3də 1 verib bizə. Digər tərəfdən kosinus alfa kosinus beta üzərinə gəlinsin sinus alfa sinus beta sinus 45 dərəcə bərabərdir 3də 1 yazaram. Hər ikisində kökdəki bölü 2 olduğuna görə kökdəki bölü 2-ni mötərizə xaricinə çıxartsam kosinus alfa üstə gəlinsin, daha doğrusu kosinus alfadır bu. Kosinus alfa üstə gəlinsin sinus alfamız bərabərdir 3də 1-ə. 2-yə vursam hər tərəfi. Bura belə qalacaq. Düzdürmü? Və kökdə 2-yə bölərəm. Yazaram kosinus alfa üstə gəlinsin sinus alfa bərabərdir 2 bölünsün 3. Hər tərəfi də kökdə 2-yə bölərəm. Bunu da kökdə 2-yə vursam, bunlar gedər kökdə 2 bölünsün 3 qalar. Tapdım mı? Tapdım. Mən kosinus alfa üstə gəlinsin uşaqlar sinus alfanı tapdım. Amma bizə bir üstə gəl sinus 2 alfa da lazımdır. Verilən ifadəni kvadrata yüksəldərəm yenidən. Mən bunu kosinus alfa üstə gəlinsin sinus alfanı bərabər də almışam axı kökdə 2 bölünsün 3. Bunu kvadrata yüksəltsəm birincinin kvadratı üstə gəl birinci və ikinci hasilinin 2 mislim üzərinə gəlinsin ikincinin kvadratı bərabərdir kökdəkinin kvadratı 2 eləyər. Bu da 9 eləyər. Bu da 1'dir. Bunun bu hissəsi də sinus 2 alfanın açılışıdır. Sinus 2 alfa da bərabər eləyəcək. 9'dakidən biri çıxsam mənfi 9'da 7 eləyir. Gətirib yerinə qoyaram. 1 çıxılsın 9'da 7 bölünsün kökdəki bölünsün 3. O da bərabər eləyəcək. 1-dən 9'da 7 çıxsam neçə eləyəcək? 9'da 2 bölünsün kökdəki bölünsün 3. 3 qalxacaq surətə vurulacaq. Yəni 3'ü 2'yə vurulacaq. 9 da kökdəkinin yanında qalacaq. Bu 9 ilə bu 3 ixtisar gedər. 2 bölünsün 3 kökdəki olar. Hər tərəfi də kökdəkiyə vuraram. Kökdəkini kökdəkiyə vursam gedəcək. Cavab elə kökdəki bölünsün 3 qalacaq. Nə qəşəng sual idi bu. C variantı. Cavab eləyəcək kökdəki bölünsün 3. Yaxşı. Gələk 77 nömrəli suala. 77-ni necə yazaram? 77-də deyilir ki 1 bölünsün sinus 170 dərəcə. Mən sinus 170 dərəcəni çevirərəm. Yazaram 180 çıxılsın 10 kimi. Kökdə 3 bölünsün sinus 100 dərəcəni yazaram 90 üstə gəlinsin 10 kimi. O da bərabərdir yazaram uşaqlar sinus 180-də öz adında qalacaq ikinci rübdə müsbətdir. Sinus 90-da kosinusa çevirilənəcək ikinci rübdə müsbətdir. Burada da kökün altında 3. Ortaq məxrəc yazacağım bunlara sinus 10 vurulsun kosinus 10. Surətdə çarpaz 1'i kosinus 10'a vurub kosinus 10. Kökdə 3'ü sinus 10'a vuraram. O da bərabərdir əlavə bucaq təyin etmə. 1'in kvadratı üstə gəlinsin kökdə 3'ün kvadratı. 2'ni çıxardaram mötərizə xaricinə 1 bölü 2 kosinus 10 qalar. Çıxılsın kökdə 3 bölünsün 2 sinus 10 qalar. Bölünsün məxrəcin düstur olması üçün bura bir dənə 2 yazıb, burada bir dənə 2 yaza bilərəm. Yəni bura bir dənə 2 olar. Məxrəcdə sinus 10'u 2'yə vurub 20 dərəcə yaza bilərəm. Surətdəki ifadənin düstur olması üçün gətirib yazaram ki kosinus 10 var, sinus 30 dərəcə olar. Sinus 10 var, kosinus 30 dərəcə olar. Sinus alfa kosinus beta minus kosinus alfa sinus beta. Surətdəki ifadə sinus alfa minus beta'nın açılışıdır. 30'dan 10 çıxıb 20 dərəcə. 2'ni 2'yə vuraram 4. Bölünsün bir dənə də sinus 20 dərəcəm var. Sinus 20 dərəcələri ixtisar gələcək. Nəticədə cavab qalacaq 4. B variantı.
Gələk növbəti suala. 78 nömrəli sualı həll eləyək. 78-də nə deyilir? Deyir ki, kotangens 40, kosinus 10 çıxılsın sinus 10 ifadəsinin qiymətini tapmaq tələb olunur. Uşaqlar, mən də necə yazaram? Deməli, 78. Kotangens 10-un yerinə yazaram kosinus, kotangens 10 deyil, kotangens 40-dır. Kosinus 40 bölünsün sinus 40 yazaram. Vurulsun kosinus 10, çıxılsın sinus 10. O da bərabərdir. Bunun məxrəcinə 1 kimi baxaram. 1-ə və sinus 40-a bölünən ədəd sinus 40 olar. Surətdə çarpaz kosinus 40, kosinus 10, çıx sinus 10, sinus 40. Surətdəki ifadə kosinus alfa üstəgəl betanın açılışıdır. 40 üstəgəl 10, 50 dərəcənin açılışıdır. 90-dan 40-ı çıxsam, bu da kosinus 50 dərəcə eləyəcək. Kosinus 50-ni kosinus 50-yə bölsəm, cavab eləyəcək 1. Gəlirəm növbəti suala. 80 nömrəli suala. 80-ə deyilir ki, kosinus 24 dərəcə olduğu kimi yazıram. Çıxılsın sinus kvadratı 24 dərəcə. Bölünsün 2 dənə sinus kvadratı 12. O da bərabərdir. Kosinus 24 dərəcə ilə hələ ki işim yoxdur. Görək bunu necə açarıq. Sinus 24 dərəcəni belə yazıram. Sinus kvadratı 24 dərəcəni. Sinus kvadratı 2 vurulsun 12 kimi. Qarşıya, bax, sinus 2 alfanın açılışı 2 dənə sinus alfa, kosinus alfadır. Amma kvadrat olduğuna görə 4 dənə sinus kvadratı 12, kosinus kvadratı 12 eləyər. Bölünsün 2 dənə sinus kvadratı 12. Bu uşaq bunu necə analiz eləsin, ay balam? Kosinus 24 dərəcəni də yenə açaram. Kosinus 24 dərəcəni yazaram 2 vurulsun 12 kimi. Bunu da mən, bax, fikir verin, sinus kvadratları gedər, kosinus kvadratı kimi açaram. 2 dənə kosinus kvadratı 12 çıxılsın 1 şəklində açaram. Çıxılsın, bunu 4-ü də 2-yə bölsəm, 2 dənə kosinus kvadratı 12 qalacaq. 2 kosinus kvadratı 12-lər gedəcək, gənclər. Cavab nəticədə qalacaq -1. Yəni, şagird bunu analiz edə bilirsə, oturub başdan ayağa. Da həmin şagird riyaziyyatı bilir də, nə deyim mən ona. Çünki həqiqətən suallar asan suallar deyil. 2 dənə kosinus alfa bölünsün, kotangensin yerinə kosinus bölünsün sinus yazarıq. Vurulsun kosinus kubu alfa, çıxılsın sinus kubu alfa. O da bərabərdir. Bunun məxrəcinə 1 kimi baxaram. 1-ə və sinusa bölünən ədəd sinus alfa yazaram. Kosinus alfanı kosinus kubuna vursam kosinus üstü 4 alfa olar. Sinus kubunu sinusa vursam sinus üstü 4 alfa eləyər. Surətdə 2 dənə kosinus alfa. Alt-alta kəsirlərdə bilirdik ki, məxrəclər yer dəyişirdi. Yəni 2 dənə kosinus alfa, sinus alfa qalxacaqdı surətə. Kosinus üstü 4 minus sinus üstü 4 isə kosinus 2 alfanın açılışıdır. Surətdəki ifadədə sinus 2 alfanın açılışıdır. Sinus 2 alfanı kosinus 2 alfaya bölsəm, təbii ki, cavab tangens 2 alfa eləyəcək Y variantı. Və yaxud gəlirəm 83 nömrəli suala. 83-ü yazmayayım uşaqlar. Gəlin 84-ü yazım. Çünki 84 bir balaca güya maraqlıdır. 84. Tangens alfanı sənə verib ki, 2-1-ə bərabərdir. Tangens alfa 2-1-dir. Sinus 2 alfanın tangensin açılışı 2 tangens alfa bölünsün 1 üstəgəl tangens kvadrat alfadır. Kosinus 2 alfanın açılışı 1 minus tangens kvadrat alfa bölünsün 1 üstəgəl tangens kvadrat alfadır. Tangens 2 alfanın açılışı 2 tangens alfa 1 minus tangens kvadrat alfadır. Uşaqlar, 1 minus tangens kvadratları gedər. 2 tangens 2 tangensə vursam 4 dənə tangens kvadrat alfa. Burada da 1 üstə gəlinsin tangens kvadratı alfadan 2 dənədir məxrəcdə. Tangensin yerinə qoyaram 2-1, 2-1-in kvadratı 4-1. 1 üstə gəlinsin 4-1 kvadratı. Mən yenə bunu hesablamaq istəməzdim. 1 bölünsün 1 tam 4-1. 4-5-in kvadratı eləyəcək. O da eləyəcək 16-da 25. 1 də 16-da 25-ə bölsəm 25-də 16 eləyəcək cavab. Deməli, 85 nömrəli suala baxırıq. Tangens pi bölü 4 minus alfa bölü 2 vurulsun 1 üstəgəl sinus alfa bölünsün kosinus. Uşaqlar, mən tangens pi bölü 4-ü yazıram 45 dərəcə kimi. Çıxılsın alfa bölü 2 və bunu yarım arqument şəklinə gətirmək istəyirəm. Onda yazaram ki, tangens 90 çıxılsın alfa bölünsün 2. 92-yə bölüb 45, alfa bölü 2 addenli ala bilərəm. Ayrı-ayrılıqda ala bilərəm, elə deyilmi? Bölünsün kosinus alfa. İndi tangens alfa minus, daha doğrusu tangens alfa bölünsün 2-nin düsturunu açıram. Baxın, tangens alfa bölünsün 2-nin düsturu necə idi? Sinus alfa bölünsün 1 üstə gəlinsin kosinus alfa deyildi. Və yaxud da ki, digər forması lazım deyil. 1 üstə gəl sinus alfa verilib. Deməli, məndə alfanın yerində 90 çıxılsın alfa durur.
Onda mən yazacağım ki, düsturun yerinə sinus 90 çıxılsın alfa bölünsün 1 üstə gəlinsin kosinus 90 çıxılsın alfa. Axı məndə alfanın yerinə 90 minus alfa durur. Vurulsun 1 üstə gəlinsin sinus alfa bölünsün kosinus alfa. Uşaqlar, sinus 90-da kosinusa çevrilənəcək. Bu kosinus alfadır. Bunlar ixtisar gələcək. Kosinus da 90-da sinusa çevrilənəcək. 1 üstə gəl sinus alfalar da ixtisar gələcək. Nəticədə cavab qalacaq. Bir qəşəng sualdır. Y variantı. Gəlirəm 87 nömrəli suala. 87 nömrəli sualda nə deyilir? Kosinus pi bölünsün 5. 180-i 5-ə bölsəm 36 dərəcə olar və kosinus 2 pi bölünsün 5, 72 dərəcə olar. Demişdim ki, bir bucaq digərinin 2 qatıdsa, biz hər tərəfi 2 dənə sinus 36-ya həm vurub, həm də bölə bilərik. Yazıram 2 dənə sinus 36. O da bərabər eləyəcək. Bu hissə sinus 2 alfanın açılışıdır. 36-nı 2-yə vuraram 72, vurulsun kosinus 72, bölünsün 2 dənə sinus 36 və yenə də düstur olması üçün hər tərəfi 2-yə vuraram. Surət eləyəcək sinus 2 alfanın açılışı. 72-ni 2-yə vurub 144 dərəcə yazaram. Bölünsün 144. Bölünsün 4 dənə sinus 36. Bu da 180 çıxılsın elə 36 yazsam. Sinus 36 deməkdir. İxtisarlara gedəcək. Cavab qalacaq 4də 1. Və yaxud 89 nömrəli sual. 89 nömrəli sual. Düsturdur. Hansı düsturdur? Kosinus 2 alfa, amma yerləri dəyişik olduğuna görə mənfi kosinus 2 alfanın açılışının düsturdur uşaqlar. 89-a fikir verin. Mənfi kosinus 2 alfanın açılışıdır. Mənfi kosinus 2 alfa. Alfamız 45 üstə gəl alfadır. Mən bunu 2-yə vuraram. 90 üstə gəl 2 alfa eləyər. Komple bu misal mənfi kosinus 2 alfanın açılışıdır. O da bərabər eləyəcək. Mənfi kosinus 90-da sinusa çevrilənəcək. İkinci rübdə mənfidir. Qarşıdakı mənfi ilə müsbət eləyəcək. Ona görə cavab eləyəcək sinus 2 alfa yalnız. Y variantı. Düz oldu mu bu? Düz oldu. Gəlirəm hansı suala? Gəlirəm 90 nömrəli suala. 90 nömrəlidə nə deyilir? Deyir, alfanı mənfi pi bölünsün 6 vermişəm sənə. Lap yaxşı. Sinus alfa ilə işim yoxdur uşaqlar. Çıxılsın. 0,5. Sinus 2 alfanı yazaram. 2 dənə sinus alfa, kosinus alfa şəklində. Vurulsun kosinus alfa. Bölünsün məxrəcdə sinus kvadrat alfa var. Bərabərdir. Bu 1 eləyəcək. Qalacaq sinus alfanı mötərizə xaricinə çıxartsam buradan. 1 çıxılsın. Kosinus kvadrat alfa qalar. Çünki kosinusu kosinusa vuraram. Bölünsün məxrəcdə sinus kvadrat alfa eləyər. 1 minus kosinus kvadrat alfa ilə sinus kvadrat alfa idi. Bunlar ixtisar gedər. Cavab sinus alfaya bərabər eləyər. Yəni sinus mənfi pi bölünsün 6-ya. O da mənfi 2-də 1 eləyəcəkdir. Yəni A variantı. 91 nömrəli sualı özünüz yazarsınız. Mən 92 nömrəli sualı yazdım sizin üçün. Kotangens 3 pi bölü 2-də tangensə çevrilənir. 4-cü rübdə mənfidir. Tangens 2 alfadan danışırıq. Tangens alfa 2 alfanın açılışı. 2 tangens alfa bölünsün. 1 çıxılsın tangens kvadrat alfadır. Mənə də kosinus alfanı mənfi 5-də 1 verib. Kosinus alfa isə uşaqlar bitişik katetin hipotenuza nisbəti idi. Yəni bura 1-dir, bura 5-dir. 5-in kvadratından 1-in kvadratını çıxıb kökün altında 24 yazaram. Bizə tangens alfa lazımdır. Tangens alfa isə qarşıdakı katetin bitişik katetə nisbətidir. Yəni kökün altında 24. Gətirib yerinə qoyaram. Eləyəcək mənfi 2 dənə kökün altında 24 bölünsün 1 çıxılsın kökdə 24-ün kvadratı 24. Bu da eləyəcək mənfi 23. 2 kökün altında 24-də 4 vurulsun 6 yazaram. O da 2 çıxacaq qarşıya. Kökün altında 6 qalacaq. Yəni mənfi 4 kökdə 6 bölünsün 23. Düz oldu. Mənfi 4 kökdə 6 bölünsün 23. Şu. Hansı variant eləyir? B variantı. 93 nömrəli suala baxın. Mən 93 nömrəli sualı belə analiz eləsəm, desəm ki, sizə sinus kvadratı 20 üstə gəlinsin, sinus kvadratı 70. Bunun cavabı nədir? Sən deyərsən ki, müəllimə bucaqların cəmi 90 dərəcə olduğuna görə 20-nin üstünə 70 gəlsəm. Birini silib, digərini kosinus kvadratı 20 yazaram. Sinus kvadratı 20, kosinus kvadratı 21 eləyər. Eyni qaydada uşaqlar bunları da toplasam, görəcəyəm ki, bucaqların cəmi 90 dərəcə eləyir. Yəni kosinus kvadratı 3 pi bölünsün 34-ün üzərinə, kosinus kvadratı 7 pi bölünsün 17. Toplasam 90 dərəcə elədiyinə görə bunu silib, digər bucağın sinus kvadratı 3 pi bölünsün 34 yaza bilərəm. Sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa. Əsas eynilikdən eləyəcək 1. Gəlirəm 95 nömrəli suala. 95 nömrəli sualdan düsturdu. 1 çıxılsın sinus alfa, çıxılsın 2 dənə. Sinus kvadratı pi bölünsün 4, çıx alfa bölü 2.
Uşaqlar, 1 çıxılsın 2 sinus kvadratı alfa kosinus 2 alfanın açılışıdır. Kosinus 2 alfanın açılışı pi böl, bax alfamız budur, 2-yə vuraram. Pi böl 4'ü 2-yə vurub pi böl 2 yazaram. Çıxılsın alfa. Çıxılsın, burada da sinus alfamız var bir dənə. Kosinus pi böl 2-də sinusa çevirilənəcək. Çıxılsın sinus alfa. Eyni ədəddən eyni ədədi çıxsam cavab eləyəcək 0. Gəlirəm 97 nömrəli suala. 97-ni necə analiz eləyərəm? Kökün altında 6 kosinus 25 vurulsun. Kosinus 65'in üstündən xətt çəkib 90'dan 65 çıxıb sinus 25 yazaram. Bölünsün kosinus 40, üstə gəlinsin 1. Digər tərəfdən kökdə 3 minus 1 yazaram bunu. O da bərabər eləyəcək. Altını da yazaram uşaqlar 3 vurulsun 2 şəklində. Altını 3 vurulsun 2 şəklində yazsam, bu ifadə sinus 2 alfanın açılışıdır. 25'i 2'yə vursam 50 dərəcə. 3 ilə işim yoxdur. Kosinus 40 da 90'dan 40 çıxsam sinus 50 dərəcə deməkdir. Üzərinə gəlinsin 1. Digər tərəfdən buradan da kökdə 3 minus 1 yazaram. Bunlar gedər. Kökdə 3'ü kökdə 3'ə vuraram 3. 1'i 1'ə vuraram 1. 3'dən 1 çıxsam cavabımız eləyəcək 2. B variantı. 98 nömrəli suala baxaq. 98'də tangens 2 dənə arc tangens 3'ü soruşur. Arc tangens 3'ə bir dənə alfa deyərəm. Deməli bizdən tangens 2 alfanı istəyir. Tangens 2 alfa da bərabər idi. 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadratı alfa. Arc tangens 3 alfa demişiksə tangens alfamız sən demə 3'dür. Onda müəllimə 2 vur 3 bölünsün 1 minus 3'ün kvadratı 9. Yəni mənfi 8 6. Mənfi 8'də 6 2'yə də ixtisar getsə mənfi 4'də 3 eləyəcək cavab C variantı. 99 nömrəli sual eyni sualdır. 100 nömrəli suala baxaq. 1 üstə gəlinsin kotangens kvadratı pi bölünsün 8. Burada da yazarıq 1 üstə gəlinsin kotangens kvadratı 3 pi bölünsün 8. Yenə bucaqların cəminə fikir versəm. Uşaqlar fikir verin. Toplasam 90 dərəcə eləyir. Ona görə birini silib digərinin tangensini yaza bilərəm. Yəni 1 üstə gəl kotangens kvadratı pi böl 8. Burada da yazaram 1 üstə gəl. Bu pi böl 8'in üzərinə 3 pi bölünsün 8 gəlsən pi böl 2 eləyir. Ona görə bunu silib yerinə yazaram tangens kvadratı 3 pi bölünsün 8. İyi bağışlayın pi böl 8. Digər bucaq yaza bilərəm. O da bərabərdir. 1 üstə gəl kotangens kvadratı alfa 1 bölünsün sinus kvadratı alfaya bərabər idi. 1 üstə gəl tangens kvadratı alfa 1 bölünsün kosinus kvadratı alfaya bərabər idi. Yerlərinə yazdım. Və kvadratlar yan yana gəlirsə bunun düstur olması üçün qarşısına 4 çatışmır. Bir dənə də 4 yazdım. 4 bölünsün sinus kvadratı 2 alfanın açılışıdır. Pi böl 8'i 2'yə vursam pi böl 4 eləyər. Bu da 4 bölünsün. Ədədi qiyməti kökdəki böl 2'dir. Kökdəki böl 2'nin kvadratı 2'də 1 eləyər. 4'ü 2'də 1'ə bölsəm cavabımız eləyəcək 8. C variantı. Deməli, 102 nömrəli sualda kosinuslar yan yana gəlirsə cavab 8'də 1'ə bərabər idi. Amma həlli yolu necədir? Kosinus pi bölünsün 7, vurulsun kosinus 4 pi bölünsün 7, vurulsun kosinus 5 pi bölünsün 7. O da bərabərdir uşaqlar. Gəlin 5 pi bölünsün 7'ni çevirmə aparaq. Kosinus pi bölünsün 7, vurulsun kosinus 4 pi bölünsün 7, vurulsun kosinus 5 pi bölünsün 7'ni mən belə yazım. Pi çıxılsın 2 pi bölünsün 7 şəklində. Kosinus pi də öz adında qalacaq. İkinci rübdə mənfidir. Kosinus 2 pi bölünsün 7 eləyəcək. Qarşısına da bir dənə mənfi atım. Və bunun düstur olması üçün hər tərəfi 2 dənə sinus pi bölünsün 7'yə həm vurub həm bölərəm. Baxın 2 dənə sinus, ay Allahım ya Rəbbim. 2 dənə sinus pi bölünsün 7'yə həm vuraram, həm də bölərəm. 2 dənə sinus pi bölünsün 7'yə. Və bunun bu hissəsi yenə sinus 2 alfanın açılışıdır. Mənfi sinus 2 alfanın açılışıdır. Pi bölü 7'ni 2'yə vursam eləyəcək 2 pi bölünsün 7. Vurulsun kosinus 2 pi bölünsün 7 ilə işim yoxdur. Vurulsun kosinus 4 pi bölünsün 7 ilə də işim yoxdur. Bölünsün 2 dənə sinus pi bölünsün 7. Yenə bunun düstur olması üçün qarşısına bir dənə 2 yazaram. Bax, bura bir dənə 2 yazaram. Burada bir dənə 2. Və surətdəki bu ifadə sinus 2 alfanın açılışıdır. 2 pi'ni 2'yə vursam 4 pi bölünsün 7 eləyər. Vurulsun kosinus 4 pi bölünsün 7 eləyər. Qarşısında mənfi var. Məxrəcdə də 4 dənə sinus pi bölünsün 7 olacaq. Yenə düstur olması üçün bura 2, bura bir dənə 2 yazaram. Surətdəki ifadə eləyəcək mənfi sinus 8 pi bölünsün 7 eləyər. Bölünsün 8 dənə sinus pi bölünsün 7 eləyəcək uşaqlar. Sinus 8 pi bölünsün 7'ni mən çevirmə düsturundan aparsam
Yazacağım pi üstə gəlinsin pi bölünsün 7 şəklində. Sinus pi də öz adında qalacaq. Üçüncü rübdə mənfidir, qarşıdakı mənfi ilə müsbət eləyəcək. Sinus pi böl 7 vurulsun 8 dənə sinus pi bölünsün 7. Bunlar ixtisar gedəcək. Nəticədə cavab qalacaq 8-də 1. Və yaxud 104 nömrəli sualda mən hər tərəfdən sinus 5x ilə kosinus 5x-i mötərizə xaricinə çıxardaram. Yerdə qalar sinus kvadratı 5x çıxılsın kosinus kvadratı 5x. O da bərabərdir. Bu hissəsi elə 2-yə vurub bir dənə də 2-də 1-ə bölərəm. Yazacağım 2-də 1 sinus 10x-in açılışı. Bu da mənfi kosinus 2 alfanın açılışıdır. Yəni mənfi kosinus 10x-in açılışıdır. Yenə bir dənə 2-yə vurub bir dənə də 2-yə 2-də 1-ə vuraram uşaqlar bunu. O da bərabər eləyəcək mənfi 4-də 1 sinus 2 alfanın açılışı. Sinus 20x. Nə soruşur bizdə? Funksiyanın ən kiçik müsbət dövrü. Dərəcəmiz tək idisə, bizim ən kiçik periodumuz 2 pi bölünsün x-in əmsalı idi modulda. Bu da 2 ilə 20-ni ixtisar aparsam, pi bölünsün 10 eləyəcək. Mənfi ilə işimiz yoxdur. Gəlirəm növbəti suala. Növbəti sual olsun 105 nömrəli sual. 105-i necə yazaram? Tangens alfadan danışır. Mən tangensi yazaram ki, uşaqlar sinus bölünsün kosinus şəklində. Tangens 2 alfanı yazaram ki, sinus 2 alfa bölünsün kosinus 2 alfa çıxılsın sinus alfa bölünsün kosinus alfa şəklində. Ortaq məxrəc yazacağım bunlara. Kosinus 2 alfa vurulsun kosinus alfa. Surətdə sinus 2 alfa kosinus alfa çıx sinus alfa kosinus 2 alfa. Burada da yazaram 2 dənə sinus alfa kosinus alfa şəklində. O da bərabər eləyəcək. Kosinus alfalarımız ixtisar gedəcək. Kosinus 2 alfa qalxacaq surətə uşaqlar. Vurulsun, yəni 2 dənə sinus alfa qalar. Bu da sinus alfa minus betanın açılışıdır. Sinus 2 alfa bəli. Sinus alfa minus beta. 2 alfadan alfanı çıxsam sinus alfanın açılışı eləyər. Sinus alfalar gedəcək. Cavab 2 kosinus 2 alfa qalacaq. Y variantı. Gəlirəm 107 nömrəli suala. 107-də 4 dənə sinus 8 alfa ilə işim yoxdur. Məxrəcdəki bu ifadə kosinus 2 alfanın açılışıdır. 2 alfanı 2-yə vursam kosinus 4 alfa eləyər. Sinus 8 alfanı da yazaram 4. 2 dənə sinus 4 alfa kosinus 4 alfa şəklində. Bölünsün kosinus 4 alfa. Kosinus 4 alfalar gedər. 8 dənə sinus 4 alfa mənim cavabım eləyər. 8 dənə sinus 4 alfa. D variantı. Gəlirəm 110 nömrəli suala. 110-da nə deyilir? Sinus 2 alfadan danışır. Sinus 2 alfanın açılışı 2 dənə sinus alfa kosinus alfadır. Və kotangensi sənə 7 verib. Kotangensdə mən bir dənə düzbucaqlı üçbucaq çəksəm, bitişik katetin qarşıdakı katetə nisbətidir. Elə deyilmi? 7-nin kvadratının üzərinə 1-in kvadratını gəlsəm, kökün altında 50 eləyər. Sinus alfa uşaqlar qarşıdakı katetin hipotenuza nisbətidir. Kosinus alfa bitişik katetin hipotenuza nisbətidir. O da bərabərdir kökdə 50-ni 50-yə vuraram. Kökdə 50-yə vursam 50 eləyər. Bu da 14 eləyəcək. Uzaq başı 0,28 yaza bilərik. Bölüb cavabı B variantı yazaram. Gəlirəm 111 nömrəli suala. 111-də məxrəcinə 1 kimi baxaram. 1-ə və sinusa bölünən ədəd sinus eləyər. Surətdə 1-i 1-ə vuraram. 1 sinusu sinusa vuraram. Sinus kvadrat alfa. 1 minus sinus kvadrat alfa mənə kosinus kvadrat alfanı verir. Olduğu kimi saxladım. Bunun məxrəcinə 1 kimi baxsam, 1-ə və kosinusa bölünən ədəd kosinus alfa eləyər. 1-i 1-ə vuraram. 1 kosinusu kosinusa vuraram. Kosinus kvadrat alfa. 1 minus kosinus kvadrat alfa sinus kvadrat alfanı verər mənə. Sinus 2 alfanı m ilə ifadə elədir. Mən m-ni birinə vursam, yazaram kosinus kvadratıdır. Kosinus kvadratı alfa bölünsün sinus alfa, vurulsun sinus kvadratı alfa bölünsün kosinus alfa. O da bərabərdir. Bunun biri ilə bu gedər, bundan da bu gedər. Yəni kosinus vurulsun sinus qalar m-in hasili. Sinus 2 alfa bərabərdir. Sinus 2 alfa bərabərdir. 2 dənə sinus vurulsun kosinus. Sinus vurulsun kosinus m-nə bərabərdir. Tapmışıq. Deməli, cavab eləyəcək 2m-nin özünə. D variantı. Gəlirəm növbəti suala. Növbəti sual 112 nömrəli sual. 112-ni necə analiz eləyərəm? Uşaqlar, yenə sinus üstü 4-ü, sinus kvadratı alfanın kvadratı, üstə gəl kosinus kvadratı alfanın kvadratı yazaram. O da bərabərdir. Sinus kvadratı alfa üstə gəlinsin kosinus kvadratı alfanın mötərizədə kvadratı. Çıx birinci və ikinci hasilinin 2 misli. Yazdım. O da bərabərdir 1 eləyər. Sinus kvadrat alfa, kosinus kvadrat alfa. Düstur olması üçün 4 olmalıdır qarşıda. 2 çatışmır. Ona görə bir dənə də 2-ə 1 yazaram. Bunun bu hissəsi
olacaq 2-də 1 sinus kvadratı 2 alfanın açılışı. O da bərabərdir. Bizdə sinus alfa üstəgəlinsin kosinus alfanı bərabərdir kökdə 5 bölü 3 verib. Mən hər tərəfi kvadrata yüksəldərəm. Birincinin sinus kvadratı üstəgəl kosinus kvadratı 1 eləyər. Birinci və ikinci hasilinin 2 misli sinus 2 alfa eləyər. Kökdə 5-in kvadratı 5, bu da 9 eləyər. Yəni demək istədiyim buradan sinus 2 alfa bərabər eləyər mənfi 9-da 4-ə. Gətirib yerinə qoyaram. 1 çıxılsın, 2-də 1 vurulsun. Mənfi 9-da 4-ün kvadratı 81-də 16 eləyir deyəsən. O da bərabər eləyər. 16-nı 2-yə bölərəm 8. 1 çıxılsın 81-də 8 eləyir. O da eləyəcək 81-də 73. Var belə gözəl cavab. Var imiş, bəli. C variantı. Sonra nədən danışım sizə? 113 nömrəli sual. Bunun düstur olması üçün bura bir dənə 2 yazaq. Burada bir dənə 2 yazaq. Surət eləyəcək sinus 10 alfanın açılışı. Bölünsün məxrəc 1 minus 2 kosinus kvadrat alfa mənfi kosinus 2 alfanın açılışıdır. 5 alfanı 2-yə vursam 10 alfa eləyər. Amma qarşıda da bir dənə 2-miz var bizim. Bərabərdir mənfi 3-ə. 2 dənə mənfini müsbət eləyərəm buradan. Və hər tərəfi də 2-yə vuraram. Buranı. Olacaq 2-lər gedəcək burada. Tangens 10 alfa bərabər eləyəcək 6-ya. Bizdən tangens 20 alfanı istəyir. Tangens 20 alfanı tangens 2 alfa kimi yazsam, yəni 2 vurulsun 10 alfa kimi. 2 tangens 10 alfa bölünsün 1 minus tangens kvadratı 10 alfa yazaram. O da bərabərdir. 10 alfanın ədədi qiymətini 6 almışıq. 1 çıxılsın 6-nın kvadratı 36 eləyər. Bu da 12 bölünsün mənfi 35 eləyəcək. Yəni cavabımız A variantı. 114 nömrəli sualda da eyni qayda ilə arkosinus alfamız, arkosinus 1 bölünsün kökdə 5'imiz alfatsa, kosinus alfamız bərabərdir 1 bölünsün kökün altında 5. Bir dənə düzbucaqlı üçbucaq çəkərəm uşaqlar. Düzbucaqlı üçbucağa görə kosinus bitişik katetin hipotenuza nisbətidir. Kökdə 5'in kvadratından 1'in kvadratını çıxsam bura 2 alaram. Bizdən kosinus 2 alfa çıxılsın tangens alfadan danışır. Kosinus 2 alfanı yazaram. 2 kosinus kvadratı alfa çıxılsın 1 şəklində. Çıx tangens alfa. Kosinus alfamız 2 vurulsun 1 böl kökdə 5'in kvadratı ilə 5'də 1 eləyər. Çıxılsın 1. Tangens alfa da 2'ni 1'ə bölüb yazaram 2. Bu da eləyəcək 5'də 2 çıxılsın 3 və yaxud da ki 0,4 hə. 0,4 çıxılsın 3, mənfi 2,6 varsa belə bir cavab olmalıdır. Y variantı uşaqlar. Gəlirəm 115 nömrəli suala. 115 nömrəli sualda nə edərəm? 115. Tangens 4 dənə, arc tangens 2'də 1'dən danışır. 4 dənə, arc tangens 2'də 1. Arc tangens 2'də 1'ə bir dənə alfa desəm, sən demə müəllimə tangens alfamız 2'də 1'dir. Bizdən tangens 4 alfanı soruşur. Tangens 4 alfanın düsturu necəydi? Bax, tangens 2 alfanın düsturuna baxın. Tangens 2 alfa bərabərdir. 2 tangens alfa bölünsün 1 minus tangens kvadrat alfa idi da. Yəni 2 alfanın yarısını yazırıq. İndi eyni düsturu burada tətbiq eləsəm 2 dənə tangens 2 alfa yazaram. 1 çıxılsın tangens kvadratı 2 alfa. O da bərabər eləyəcək. 2 dənə vurulsun. Tangens 2 alfanın yerinə yenə yazacağım ki 2 dənə tangens alfa bölünsün 1 çıxılsın tangens kvadrat alfa bölünsün 1 çıxılsın 2 dənə tangens alfa 1 minus tangens kvadratı alfanın bir dənə də kvadratı. O da bərabər eləyəcək 2 vurulsun 2'də 1. 1 çıxılsın 2'də 1'in kvadratı 4'də 1 bölünsün 1 çıxılsın 2 vurulsun 2'də 1. 1 çıxılsın uşaqlar 4'də 1 üzərində də bir dənə kvadrat. 2'lər gedəcək. Bu 4'də 3 eləyər. 2'ni 4'də 3'ə bölsəm 8 bölü 3 eləyər. Əgər mən hesablama səhv eləmirəmsə. Bu da 1'dən 4'də 1 çıxsam 4'də 3 eləyər. 1'i 4'də 3'ə bölsəm 3'də 4'ün kvadratı eləyəcək. Hə? 3'də 4'ün kvadratı 9'da 16. 1 çıxılsın 9'da 16'da bu eləyər. Bunu da siz hesablasanız çox yaxşı olar. Option 3'də 8'i böləcəksiniz. 1'dən çıxacaqsınız 9'da 16'nı. O da neçə eləyir bu? 1 tam 9'da 7. 9'da 7 eləyər. 3'də 8 bölünsün 9'da 7 eləyir. Yəni 9 vur 8 böl 3 vur 7. Görürsən düz almışam bunu. 3, 24 bölü 7 var cavab. Var imiş. Mənfisi ilə. Var imiş.
uzun hesablamadan sonra aldıq. Sonra gəlin uşaqlar nəyə? İfadəsinin ən kiçik qiymətindən danışır. 116 nömrəli sual. İfadəsinin ən kiçik qiymətindən danışırsa, sinus 4 alfanı belə yazaram. 2 dənə sinus 2 alfa, kosinus 2 alfa şəklində. Bərabərdir 4-də 3-ə. Hər tərəfi də 2 ilə 1-ə vursam, sinus 2 alfa, kosinus 2 alfa bərabərdir 2 ilə 1-ə vursam. 8-də 3 eləyər. Bu belə. 8-də 3 eləyər. Bizdən sinus 2 alfa çıx kosinus 2 alfanın ən kiçik qiymətini istəyir. Bərabərdir bir dənə t deyərəm. Yenə hər tərəfi kvadrata yüksəldərəm. Heç ehtiyac da yox idi bunu açmağa bəlkə də. Bu da bir sinus kvadratı 2 alfa üstə gəl kosinus kvadratı 2 alfa 1 eləyər. Birinci və ikinci hasilinin 2 misli sinus 4 alfanı verər. Bərabərdir t kvadratı. Sinus 4 alfanın yerinə 4-də 3 qoyaram. Birdən 4-də 3 çıxsam 4-də 1 eləyər t kvadratı. Onda belə çıxır ki, t'miz 2-də 1 eləyəcək. Və yaxud mənfi 2-də 1 eləyəcək. Bizdən ən kiçik qiymətini istəyir. Ona görə cavabı mənfi 2-də 1 götürəcəyik. Y variantı. Sonra nəyə gəlirəm? Sonra gəlirəm 117 nömrəli suala. Hər tərəfi kvadrata yüksəltsəm, 1 çıxılsın. Baxın, bunun hər tərəfini kvadrata yüksəltsəm, 1 çıxılsın sinus 2x bərabərdir 25-də 4 yazarıq. Lövhə dondu. 25-də 4 yazarıq. Sonra buradan sinus 2x bərabər eləyəcək. 1-dən 25-də 4-ü çıxaram. Sinus 2x bərabər eləyəcək. 25-də 21. Bunu da bərabərdir. Yenə bir dənə t deyib kvadrata yüksəldərəm uşaqlar. Kvadrata yüksəltsəm sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfa 1 eləyər. Çıxılsın sinus 2x bərabərdir t kvadratına. Sinus 2x'in də ədədi qiymətini 25-də 21 almışıq. Bərabər t kvadratı. 1-dən 25-də 21 çıxsam 25-də 4 eləyər. T də bərabər eləyəcək 5-də 2. Plus minus. Ən kiçik qiyməti mənfi 0,4 eləyəcək. Yəni bayaqki sualdandır. Sonra gəlirəm növbəti suala. Sinus kvadratı alfa var. Bizdə kosinus 2 alfanın sinus kvadratı alfa ilə açılışını yazaram uşaqlar. Bax, buradan yazaram sinus kvadratı alfa bərabərdir 5 bölünsün 12. Fikir verin. Sinus kvadratı alfa bərabərdir 5 bölünsün 12. Əgər yaza bilsəm 5 bölü 12. Səndən soruşur bu ifadəni. Mən də bunu yazaram 4 dənə sinus kvadratı alfa. Üstə gəl 2,5 çıx kosinus 2 alfanın yerinə də yazaram sinus kvadratı ilə. 1 çıxılsın 2 sinus kvadratı alfa yazaram. Qarşıdakı mənfiyə görə plus yazaram uşaqlar. O da bərabər eləyəcək. 4 dənə sinus kvadratı üstə gəl 2 dənə sinus kvadratı. 6 dənə sinus kvadratı. 2,5-dən 1'i çıxsam 1,5 eləyəcək. Sinus kvadratının yerinə gətirib 12'də 5 qoyaram. 6 vurulsun 12'də 5. Üstə gəlinsin 1,5. O da 2,5 üstə gəl 1,5 cavab eləyər 4. Deməli uşaqlar 119 nömrəli suala gəlirəm. 119'u necə yazırıq? Kosinus 42 dərəcəni yazıram yenə 2 vurulsun 21 şəklində. 2 vurulsun 21 şəklində və məxrəcdə sinus kvadratı olduğuna görə mən bunu sinus kvadratı ilə açacağam. Yazacağım 1 çıxılsın 2 sinus kvadratı alfa, amma qarşıdakı mənfiyə görə plus yazaram. Bölünsün sinus kvadratı 21 dərəcə yazaram. Birlər gedər. Birlər getdikdən sonra bu ifadə qalar. Sinus kvadratları da gedəcək. Nəticədə cavab qalacaq 2. Və yaxud gəlirəm 120 nömrəli suala. Tangens alfamızı bizə 2 verib. Tangens alfa müəllimə qarşıdakı katetin bitişik katete nisbətidir. 2'nin kvadratının üzərinə 1'in kvadratını gəlsəm kökdə 5 eləyər. Sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir. Kosinus alfa isə bitişik katetin hipotenuza nisbətidir. Gətirib burada yerinə qoyaram. 3 dənə sinus kvadratı alfa 2 bölünsün kökdə 5'in kvadratı. Çıxılsın 4 vur kosinus alfa 1 bölünsün kökdə 5 eləyər. Sinus alfa da neçə eləyir uşaqlar? 2 bölünsün kökdə 5 eləyər. 3 vurulsun 4 bölünsün 5, çıxılsın kökdə 5'i kökdə 5'ə vuraram 5, 4'ü də 2'yə vuraram 8. 12'dən 8'i çıxaram, 4 bölünsün 5 eləyər cavab. 4'ü də 5'ə bölsəm neçə eləyəcək? Cavab 0,8. Surətdəki bu ifadə sinus alfa kosinus beta, kosinus alfa sinus beta. Sinus alfa minus beta'nın açılışıdır. 57'dən 27 çıxsam 30 dərəcə. Məxrəc kosinus 2 alfanın açılışıdır. Kosinus pi böl 8'i 2'yə vuraram pi böl 4 eləyər. Qarşıda da kökdə 2 var.
Sinus 30 dərəcənin ədədi qiyməti kök 2-də 1-dir. Kosinus pi bölünsün 4 kökdə 2 bölü 2-dir. Uşaqlar kökdəkilər gedəcək. 2-də 1 bölünsün 2-də 1 qalacaq. Cavab eləyər 1. Gəlirəm 123 nömrəli suala. Necə yazarıq? Kosinus üstə 6-nı mən belə yazaram. Kosinus kvadratı alfanın kubu üstə gəlinsin. Sinus kvadratı alfanın kubu. Üzərinə gəlinsin 4-də 3 sinus kvadratı 2 alfa üstə gəlinsin 1. O da bərabərdir kublar cəmi düsturuna görə kosinus kvadratı alfa üstə gəlinsin sinus kvadratı alfanın sinus kvadratı alfa sonra birincinin kvadratı çıxılsın. Birinci və ikinci hasili üstə gəlinsin ikincinin kvadratını yazarıq. Üzərinə gəlinsin 4-də 3 sinus kvadratı 2 alfa üstə gəl 1. O da bərabərdir. Kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa əsas eynilikdən 1 eləyir. Yerdə qalacaq uşaqlar bunun düstur olması üçün bura bir dənə 4 yazarıq. Bir dənə 4-də 1 yazarıq. Yəni kosinus üstü 4 alfa misalın özünə fikir verin. Mən 4 bu 4-dür də düzdürmü? Birincinin bəli. Yazacağım 4-də 1. Üstə gəlinsin, gəlin bunu yazaq. Sinus üstü 4 alfa. Üzərinə gəlinsin. Bu ifadəni də yazacağım ki, sinus kvadratı 2 alfa bölünsün 2. Bölünsün 4 daha doğrusu. Qarşıda da mənfisi. Üzərinə gəlinsin 4-də 3 sinus kvadratı 2 alfa. Neysə səhv yazmışam. Bir dənə də baxım. Kublar kimi kvadratlar kublar kimi açdıq. Bir dəfə bunların cəmi birincinin kvadratı minus birinci və ikinci hasilim üzərinə gəlinsin ikincinin kvadratı. Digəri ilə də işimiz yoxdur. Bu 1 eləyəcək əsas eynilikdən. Kosinus üstü 4 üstə gəlinsin sinus üstü 4. 4-ə vurub 4-ə böldüm sinus kvadratı. Bu hissəmiz eləyəcək 2 alfa bölünsün 4. Üzərinə gəlinsin 4-də 3. Bu da üstə gəlinsin 1. O da bərabərdir uşaqlar. 4-də mən belə yazacağım. Kosinus üstü 4 alfa üstə gəlinsin sinus üstü 4 alfa. Mənfi 4-də 1-in üzərinə 4-də 3 gəlsən bu da 2-də 1 eləyəcək. Sinus kvadratı 2 alfa üstə gəlinsin 1. O da eləyəcək bunun bu hissəsi sinus kvadratı alfa üstə gəlinsin kosinus kvadratı alfanın kvadratı üstə gəlinsin 1. Sinus kvadratı alfa üstə gəlinsin kosinus kvadratı alfa əsas eynilikdən eləyəcək 1. 1-in kvadratı 1 üstə gəlinsin 1. Cavab eləyəcək 2. 123 nömrəli sualda. Gəlirəm 124 nömrəli suala. Ortaq məxrəc bunlara yazacağım. Sinus 4x kosinus 4x surətdə çarpaz. Kosinus 12x vurulsun kosinus 4x üstə gəl sinus 12x vurulsun sinus 4x bərabərdir 3-ə. Surətdəki ifadə kosinus alfa minus bettanın açılışıdır. 12x-dan 4x çıxıb 8x yazaram. Məxrəcin düstur olması üçün bir dənə 2 yazıb burada 2 yazaram. Sinus 8x eləyəcək. Bərabərdir 3-ə. Bu da eləyəcək kotangens 8x bərabərdir 3-ü bölərəm 2-yə. 1,5 elə bunu soruşur çox şükür ki. Sonra gələk növbəti suala. Tangens 2x kotangens 2x-dan danışır. Tangensi yazaram sinus 2x bölünsün kosinus 2x şəklində. Kotangensi yazaram kosinus 2x bölünsün sinus 2x şəklində gənclər. O da bərabərdir ortaq məxrəc kosinus 2x sinus 2x. Surətdə sinus 2x-i 2x-a vursam sinus kvadratı 2x. Üstə gəl kosinus kvadratı 2x. O da 1 eləyər. Bunun düstur olması için 2 yazıb burada 2 yazaram bir dənə. Ona görə məxrəc sinus 4x eləyəcək. Sinus 4x-in ədədi qiymətini sənə verib ki 3-də 1-dir. 2-ni 3-də 1-ə bölsəm cavab eləyəcək 6. Gəlirəm 126 nömrəli suala. Mən kosinus 2 alfanı açaq ilk növbədə. Yazaram 126-da. 1 çıxılsın, kosinus 2 alfanı yazaram 2 kosinus kvadratı alfa çıxılsın 1 şəklində. Qarşıdakı mənfiyə görə plus 1 yazım və yaxud da ki 2 kosinus kvadrat 1 minus 2 sinus kvadratı ilə yazım ki ixtisara geçsin uşaqlar. 1 çıxılsın. Kosinus 2 alfanın yerinə yazaram 1 minus 2 sinus kvadratı alfa. Qarşıdakı mənfiyə görə plus yazaram. 1 çıxılsın kotangens 4 alfanda vuruqlarına ayırsam 1 çıxılsın kotangens kvadrat alfa 1 üstə gəlinsin kotangens kvadrat alfa yazaram. Məxrəcdə 1 çıxılsın kotangens kvadratı alfa. O da bərabər eləyər. 1 çıxılsın kotangens kvadratları gedəcək. Buradan da 1'lər gedəcək. Burada qalacaq 2 dənə sinus kvadratı alfa. 1 üstə gəlinsin kotangens kvadratı alfa isə özü bizə verəcək 1 bölünsün sinus kvadratı alfanı.
Yenə sinus kvadratı alfalar gələcək. Cavab qalacaq 2. Sonra gəlirəm növbəti suala. Tangens 15 dərəcənin ədədi qiymətini bilməliyik. Şifahi 2 minus kökün altında 3'dür. Kotangens 15 dərəcənin ədədi qiyməti 2 üstə gəlinsin kökdə 3'dür. Bu buraxılış sualdır. Kökdə 3'lər gələcək. 2 üstə gəl 2. Cavab 4 qalacaq. Gəlirəm 129 nömrəli suala. Sinus 30 dərəcə 2-də 1'dir. 2 düşəcək sinus 7'nin yanına. Kosinus 69. Kosinus 60 dərəcə 2-də 1'dir. 2 düşəcək kosinus 7'nin yanına. Sinus 69. Ortaq məxrəc bunlara olacaq 2'dən 1 dənə sinus 7 ilə kosinus 7. 2 dənə sinus 7 kosinus 7'ni 2 dənə sinus 7'yə bölsəm kosinus 7 qalar. Kosinus 69. Çıx. 2 dənə kosinus 7'lər getsə sinus 7 vurulsun sinus 69 qalar. Kosinus alfa üstə gəl bettanın açılışıdır. 76 yəni. Bu da sinus 14 dərəcənin açılışıdır 2 misli. Bu elə kosinus 76 deməkdir. Eyni ədədə bölsəm cavab 1 eləyər. 720 dərəcəni çıxsam bundan 360'ın mislin 15 dərəcə qalır səhv eləmirəmsə. 2 kosinus kvadrat alfa minus 1 131. 2 kosinus kvadrat alfa minus 1 kosinus 2 alfanın açılışıdır. 15'i 2'ye vuraram 30 dərəcə. 2 kökdə 3 ilə işim yoxdur. 2 kökün altında 3 kosinus 30 dərəcənin ədədi qiyməti kökdə 3 bölü 2'dir uşaqlar. 2'lər gedər kökdə 3'ü kökdə 3'ə vurub cavabı yazaram 3. Gəlirəm 132 nömrəli suala. Bucağı birinci rüb verib, 1 üstə gəlinsin 2'də 1, sinus 2 alfanı 2 dənə sinus alfa, kosinus alfa kimi açaram. Məxrəci də kublar fərqi kimi açsam, bir dəfə bunların minusu. Sonra birincinin kvadratını yazaram uşaqlar. Kosinus kvadrat alfa üstə gəl. Birinci və ikinci hasilim üstə gəlinsin ikincinin kvadratı. O da bərabərdir. Bu eləyəcək kosinus kvadrat alfa üstə gəl sinus kvadrat alfa 1, üstə gəl kosinus alfa sinus alfa. 2'lər gedəcək. Burada da 1 üstə gəl sinus alfa kosinus alfa qalacaq. Bunlar gedəcək 1 bölünsün kosinus alfa çıxılsın sinus alfa qalacaq. Sənə tangensi verib ki 4'də 3'dür. Tangens alfa qarşıdakı katetin bitişik katetə nisbətidir. Pifagordan bura 5 eləyəcək. Sinus alfa bərabər eləyər 3 bölünsün 5 uşaqlar. Kosinus alfa bərabər eləyəcək 4 bölünsün 5. Gətirib yerinə qoyaram. 1 bölünsün 5'də 3, 5'də 4 daha doğrusu. 5'də 4 çıxılsın 5'də 3. 5'də 4'dən 5'də 3 çıxıb 5'də 1 alaram. 1'i 5'də 1'ə bölsəm yekun cavab 5 alaram. Bəli, yekun cavab 5 alaram. Yoruldum əməli başda. Gəlirəm növbəti suala. Kotangens kvadratı alfadan danışır. Biz kotangens kvadratı dərəcəni aşağı salma düsturundan aça bilərik. Kotangens kvadratı alfada bərabərdir. 1 üstə gəl kosinus 2 alfa bölünsün 1 çıxılsın kosinus 2 alfa. İndi mən bunu tətbiq edirəm buna. Qarşısında 3 var. 3'ü yazaq. 3 vurulsun. 1 üstə gəl kosinus 2 alfa. 3 pi bölü 4'ü 2'ye vursam 3 pi bölü 2 eləyər. Alfanı 2'ye vursam 2 alfa eləyər. Yazaram 1 çıxılsın kosinus. Yenə 3 pi bölünsün 2 çıxılsın 2 alfa eləyəcək. O da bərabərdir. 3 vurulsun 1. Kosinus 3 pi bölü 2'də 270'də sinusa çevirilənəcək. 270 minus alfa 3-cü rübdür. Mənfidir. Sinus 2 alfa eləyər. Bölünsün 1. 270 yenə çıxılsın 2 alfa. Bu da eləyəcək mənfi. Üstə gəlinsin sinus 2 alfa eləyər bu səfər. 2 alfa. O da bərabərdir. 3 vurulsun sinus 2 alfanın ədədi qiyməti mənfi 3'də 1'dir. 1 minus mənfi 3'də 1. 1 çıxılsın 3'də 1. Bu da eləyər 3 vurulsun 3'də 4. Bölünsün 3'də 2. İnşallah hesablamalar düzdür. 3'ü 4'ə vuraram. 12'ni 2'yə bölüb 6 yazaram. Cavab eləyəcək 6. Gəlirəm 134 nömrəli sualda tangens kvadratı alfanın açılışıdır. Bunun yerinə yazacaqsınız 1 çıxılsın kosinus alfa. 1 üstə gəlinsin kosinus alfa. Tangens kvadratı alfa bölü 2 daha doğrusu yazdım mən. Tangens kvadratı alfa kimi baxsam buna. 1 çıxılsın kosinus 2 alfa. 1 üstə gəlinsin kosinus 2 alfa. Bunu da özünüz yazarsınız uşaqlar. 135 nömrəli sualda dərəcəni aşağı salmadı. 136 da dərəcəni aşağı salmadı. Gəlin bu 6-cı dərəcədən eləyim 137 nömrəli sualdan. Əməli başda yorulduq ay balam. Sinus 6-cı dərəcə üstə gəlinsin kosinus 6-cı dərəcə bərabərdir 8'də 7. Kublar kimi yazaram. Sinus kvadratı alfanın kubu üstə gəlinsin kosinus kvadratı alfanın kubu bərabərdir 8'də 7. Yazaram sinus kvadratı alfa kublar kimi açıram. Üstə gəlinsin kosinus kvadratı alfa. Sonra birincinin kvadratını yazırdıq uşaqlar.
Sinüs üstü 4 alfa. Çıxılsın birinci və ikinci hasili. Üstəgəl ikincinin kvadratı. Ay. Üstəgəl ikincinin kvadratı. Bərabərdir 8-də 7-yə. Elə deyilmi? Bərabərdir 8-də 7-yə. Sinus kvadrat alfa üstə gəlinsin kosinus kvadrat alfa bizə əsas eynilikdən 1 verir. Bu getdim. Bunun düstur bizə nə verir ümumiyyətlə? 130 neçə nömrəli sualdır. Hə, kosinus üstü 4 alfanı, kosinus üstü 4 alfanı istəyir bizdən. Bunun da nə yazaq? Düstur olması üçün sinus kvadrat alfa, bunların ikisini yenə bir açıram. Sinus kvadrat alfa kvadratı üstə gəlinsin kosinus kvadrat alfanın kvadratı. Çıx yox, hələ yaxşı yazıram. Sinus kvadrat alfa, kosinus kvadrat alfa bərabərdir 8-də 7. Bu da eləyəcək sinus kvadrat alfa üstə gəlinsin kosinus kvadrat alfanın kvadratı. Çıx. Birinci və ikinci hasilinin 2 misli. Birinci və ikinci hasilinin 2 misli uşaqlar. Düsturumuz belə idi. Elə deyilmi? Amma bir dənə də var burada. Ona görə 3 dənə yazıram. Bərabərdir 8-də 7-yə. Əsas eynilikdən bu 1 eləyər. Düstur olması üçün 4 lazımdır qarşıda. Ona görə bura bir dənə 4 yazıramsa, bir dənə də bölünsün 4 yazıram. Yəni demək istədiyim qarşıya 4-də 3 çıxır. Sinus kvadratı 2 alfa bərabərdir 8-də 7 eləyəcək. Sinus kvadratı 2 alfa. Düz yazdım mən bunu. Sinus kvadratı 2 alfa. Harada səhv elədim? Çünki kosinus 4 alfa. Hə, heç nə, bəlkə də düz olur. Heç nə. 1-dən 8-də 7 çıxsam, 4-də 3 sinus kvadratı 2 alfa bərabərdir 8-də 1-ə. 4-ə vursam hər tərəfi uşaqlar. 3 dənə sinus kvadratı alfa bərabərdir 2-də 1-ə. Buradan da sinus kvadratı alfa bərabər eləyəcək 6-da 1-ə. Sinus kvadratı 2 alfa bərabərdir 6-da 1-ə. Səndən soruşur. 3 dənə kosinus 4 alfanı. Bunu da sinus kvadratı ilə açaram. 3 vurulsun, 1 çıxılsın, 2 sinus kvadratı 2 alfa. O da bərabər eləyəcək. 3 vurulsun, 1 çıxılsın, 2 vurulsun, 6-da 1. Bu 3-də 1-dən 3-də 1 çıxaram. 3-də 2 eləyər. 3-ü də 3-də 2-yə vursam 2 eləyəcək cavab. Ümid edirəm ki, düz aldım. Çox qəşəng sualdır. Çox da maraqlı sualdır. Bu belə. Buna bir dənə də baxarsınız evdə. İkinci dəfə izah keçmirəm daha üstündən. Ancaq kublar fərqi düsturundan istifadə edib açdım. Kublar fərqi düsturundan istifadə edib açdım uşaqlar. Gəlim nəyə? 139 nömrəli suala. 139. Nə deyir 139-da? 2 dənə sinus alfa. Bu sinus 2 alfanı açaram. 2 dənə sinus alfa kosinus alfa şəklində. 2 dənə sinus alfa ilə işim yoxdur. 2 dənə sinus alfa, bunu da kosinus alfa kimi açım. Surətdən 2 dənə sinus alfanı çıxartsam, qalacaq 1 üstəgəl kosinus alfa. Buradan da 2 dənə sinus alfanı çıxartsam, burada qalacaq 1 minus kosinus alfa. Bunlar gedəcək. Sən demə bizdən 1 üstəgəl kosinus alfa bölünsün 1 minus kosinus alfanı istəyir. Sinus alfa bölünsün 2-dən danışır. Sinus alfa bölünsün 2-ni bizə 3-də 1 verib. Mən də əsas eynilikdən yox, sinus alfa nəyə bərabərdir? 2 dənə sinus alfa bölü 2, kosinus alfa bölü 2. Elə deyil? Yox, bundan geçsəm bir şey alınmayacaq. Bundan geçsəm bir şey alınmayacaq. Bəli, bundan alınmır. Başqa üsulla gedim. Bir dənə baxaq. Buradan 1 üstəgəl kosinus alfa, 1 minus kosinus alfa. Gəl elə bunun yerinə Elhamdülillah. Bunun yerinə tangens kvadratı alfa bölü 2 yazım da. Ağlıma niyə gəlmir? Bunun yerinə tangens kvadratı alfa bölü 2. Tangens kvadratı yox. Kotangens kvadratı alfa bölü 2 yazım. Kotangens kvadratı alfa bölü 2 yazım. Sinus alfa bölünsün 2'miz var bizdə. Elə deyilmi? Məndən kotangens kvadratı alfa bölünsün 2'ni istəyir. Onu da ki, əsas eynilikdən çəkərəm. Bu bucağı alfa bölü 2 deyərik. Sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir. 3'ün kvadratından 1'in kvadratını çıxsam kökdə 8 eləyər. Buradan kotangens alfa bərabər eləyəcək. Kökdə 8 bölünsün 1 olar. Onda kökdə 8 bölünsün 1'in kvadratı. Yəni kökdə 8'in kvadratı. Cavab eləyər 8 onda. 139 nömrəli sualdır. Qəşən sualdır. Maraqlı sualdır. Uşaqlar. 1 üstəgəl kosinus alfa bölünsün 1 minus kosinus alfa bizə kotangens kvadratı alfa bölü 2'ni verir. Mən də gətirib burada sinus alfa bölünsün 2 var idi. Düz bucaqlı 3 bucaqdan.
Kotanges alfa bölünsün 2-ni tapdım. Yerinə qoydum, yazdım. Gəlirəm 141 nömrəli suala. Heç nə, kvadrata yüksəldəcəksiniz bunun hər tərəfini. Yazacaqsınız. Gəlirəm 143 nömrəli suala. 143-də deyilir ki, tangens kvadratı 20, üstə gəlinsin 2 dənə tangens 20, vurulsun tangens 50. Mən bunun düstur olması üçün bir dənə tangens kvadratı 50 əlavə edirəm. Bir dənə tangens kvadratı 50 çıxıram onda. Bu hissəsi tangens 20 üstə gəlinsin tangens 50-nin mötərizədə kvadratın açılışıdır. Çıxılsın tangens kvadratı 50. Düz oldu mu? Oldu. Tangens 20-nin yerinə sinus 20 bölünsün kosinus 20 yazaram. Üstə gəlinsin tangens 50-nin yerinə sinus 50 bölünsün kosinus 50 yazaram. Kvadrat. Çıxılsın tangens kvadratı 50-nin yerinə sinus kvadratı 50 bölünsün kosinus kvadratı 50 yazaram. Ortaq məxrəc bunlara yazarıq. Kosinus 20, kosinus 50. Surətdə sinus 20, kosinus 50, üstə gəl sinus 50, kosinus 20. Üzərində bir dənə kvadrat var. Çıxılsın sinus kvadratı 50, bölünsün kosinus kvadratı 50 yazaram. Surətdəki ifadə sinus alfa üstə gəl bettanın açılışıdır. 50-nin üstünə 20 gəlsəm sinus 70 dərəcə eləyər. 90-dan 20-ni çıxsam bu da sinus 70 dərəcə eləyər uşaqlar. Vurulsun kosinus 50 ilə işim yoxdur. Üstündə kvadrat. Çıxılsın sinus kvadratı 50. Bölünsün kosinus kvadratı 50. Maşallah qəşəng sualdır. Sinus 70'lər gedər. Burada qalacaq 1 bölünsün kosinus kvadratı 50. Kvadrata yüksəltsəm. Çıxılsın sinus kvadratı 50 bölünsün kosinus kvadratı 50. Ortaq məxrəc kosinus kvadratı 50-ni yazaram. 1 çıxılsın sinus kvadratı 50 ilə mənə kosinus kvadratı 50-ni verir. Eyni ədədə bölsəm yekun cavab eləyəcək 1. Düzdürmü uşaqlar? Düzdür. 144 nömrəli sualdan əslində eləmişəm. Əlavə bucaq təyin etməklə bayaqları yazmışam. Əlavə bucaq təyin etməklə bayaq yazmışam. Kökdə 3 bölünsün sinus 20. Çıxılsın 1 bölünsün sinus 70. Bəlkə də fərqlidirsə qoy yazım yaxşı. Ortaq məxrəc bunlara sinus 20 vurulsun. Gəl bu sinus 70 90-dan 70 çıxıb kosinus 20 yazaq elə. Kosinus 20 yazım. Kosinus 20. Surətdə kökdə 3 kosinus 20 çıxılsın sinus 20 yazaram. O da bərabərdir. Kökdə 3-ün kvadratın üzərinə 1-in kvadratını gəlsəm 2-ni mötərizə xaricinə çıxardaram. Kökdə 3 bölü 2 kosinus 20. Çıx 1 bölü 2 sinus 20. Məxrəcin düstur olması üçün bir dənə 2 bura yazıb, burada 2 yazaram. 2-ni 20-yə vurub 40 dərəcə yazaram. O da bərabər eləyəcək. Sinus 60 dərəcədə alır kökdə 3 bölü 2-ni. Kosinus da 60 dərəcədə 2-də 1 alır. Sinus alfa minus bettanın açılışı eləyər bu. 60-dan 20 çıxsam 40 dərəcə. Burada da sinus 40 var. 2-ni 2-yə vurub 4 yazaram. Bunlar gələcək. Nəticədə cavab qalacaq 4. Uşaqlar, bundan da yazdım 145-dən. Buna bir dənə alfa deyərəm. Tangens alfamız 7-dir. Sinus 2 alfanın tangesinin açılışı 2 tangens alfa bölünsün. 1 üstə gəl tangens kvadrat alfa ilə yazarsınız. 146 da eynidir. Gəlin bir dənə mən 148 nömrəli sualdan yazım. Sizə. 148. Bu 6-cı dərəcələrdən bir dənə yazaq. Kosinus üstü 2x üzərində 3 üstə gəlinsin. Sinus üstü 2x üzərində bir dənə 3 yazaq. Bərabərdir. Mən bunu sağ tərəfini hələ yazmıram. Kublar cəmi düsturu kimi açıram. Bir dəfə bunların cəmi. Yazdım cəmini. Sonra birincinin kvadratı. Kosinus üstü 4 2x. Çıx birinci və ikinci hasilinin birinci və ikinci hasili daha doğrusu. Birinci və ikinci hasili. Üstə gəlinsin ikincinin kvadratı. Düz yazdım, düz yazdım. Bu 1 eləyər. Kosinus üstü 4. Sinus üstü 4'ü yenə açaram. Kosinus kvadratı 2x'in kvadratı. Üstə gəlinsin sinus kvadratı 2x'in kvadratı olar uşaqlar. Çıxılsın bir dənə də kosinus kvadratı 2x. Sinus kvadratı 2x olar. O da bərabərdir. Mən bunu açaram yenə kosinus kvadratı 2x üstə gəlinsin. Sinus kvadratı 2x'in kvadratı. Çıxılsın. Birinci və ikinci hasilinin 2 misli. Birinci və ikinci hasilinin 2 misli. 2 yazmalıyam qarşıda. Amma bu bir dənə də burada var. 3 yazıram ona görə. Bunun düstur olması üçün burada 4. Bir dənə 4 bölünsün yazıram. Bu əsas eynilikdən 1 eləyəcək. Və altından xətt çəkdiyim bu ifadə sinus kvadratı 2x'in açılışı olacaq. Qarşıda da 4'də 3. Bərabərdir. 1 çıxılsın. 3 bölünsün. K. Sinus kvadratı
2x'in yox, 4x'in. Sinus kvadratı 4x. Kx daha doğrusu burada. Deməli, buradan da görsənir ki, bizim k'mız neçə eləyəcək? 4 qiyməti. 6-cı dərəcə ilə bağlı 4 dənə sual var burada. 4'ü də eynidir. Baxın, axır özünüz yazın görək nə çıxarda bilirsinizsə. 152 nömrəli suala baxaq. Mən 4 dənə sinus alfa ilə işim yoxdur. 2 dənə sinus 2 alfanı yazaram. 2 dənə sinus alfa, kosinus alfa. Bölünsün 4 dənə sinus alfa ilə yenə işim yoxdur. Üstə gəl 2 dənə sinus alfa, kosinus alfa. 4 dənə sinus alfanı çıxarsam mötərizə xaricinə 1 minus kosinus alfa olar. Buradan da 4 dənə sinus alfanı çıxarsam 1 üstə gəlinsin kosinus alfa olar. O da bərabərdir. Bunlar ixtisar gedər. 1 minus kosinus alfa bölünsün 1 plus kosinus alfa. Mənə tangens kvadratı alfa bölü 2'ni verir. Tangens, hansını yazırdım? 152. Tangens alfa bölü 2 2'dir. 2'nin kvadratı eləyəcək. Cavab 4. Gəlirəm 154 nömrəli suala. 154. Tangens kvadratı 45 dərəcə yazıram bunu. Bundan bəlkə yazdım elə bir. Alfa bölü 2. O da bərabərdir. Tangens kvadratı. Mən bunu belə yazıram. 90 üstə gəlinsin alfa bölünsün 2 şəklində. Fikir verin. Açanda eyni misal olur. Tangens alfa bölünsün 2'nin düsturu necə idi? Bax, mənim alfamın yerində 90 üstə gəl alfa durur. Yazmışam bundan bayaq. Olacaq sinus alfa. 90 üstə gəl alfa yəni. Bölünsün 1 çıxılsın. Bölünsün 1 üstə gəlinsin. Kosinus 90 üstə gəlinsin alfa. O da bərabərdir. Sinus 90'da kosinusa çevirilənir. İkinci rübdə müsbətdir. Kosinus 90'da sinusa çevirilənir. İkinci rübdə mənfidir. 1 çıxılsın belə qalacaq. Məndən nə soruşur ümumiyyətlə? 154. Hə, kosinus alfanı sənə 5'də 4 verib. Bu eləyər 5'də 4. 1 çıxılsın. Sinus. Kosinus alfa 5'də 4'dürsə uşaqlar. Ya düzbucaqlı üçbucaqla tapın ya da eyniliklə tapın. Bura 4'dür. Bura 5'dir. Bura 3'dür. Sinus alfa da bərabər eləyəcək 3 bölünsün 5. Buraya yazaram 3 bölünsün 5. 1'dən 5'də 3 çıxsam bu da 5'də 2 eləyəcək. 5'də 4'ü də 5'də 2'yə bölsəm nəticədə əgər səhv hesablama eləmədimsə cavabım 2 eləyəcək. 154'də. 154'də 2 və 2. 1'dən 5'də 3 çıxsam 5'də 2. Hesabımı səhv eləməmişəmsə o olacaq. 156. Sonuncu sual. Sonuncu sual. ABC üçbucağının BT tənböləni üzərində qeyd olunmuş. Bax, bu mənim ABC üçbucağım. ABC. ABC üçbucağının BT tənböləni üzərində qeyd olunmuş K nöqtəsi. Tənböləndir. Qeyd olunmuş K nöqtəsi. K nöqtəsindən AB tərəfinə və AB tərəfinə KY-də. Burada KY. BC tərəfinə isə KF-də çəkən perpendikulyarlar çəkmirsən. Kosinus ABC. Sənə deyir kosinus ABC-ni sənə mənfi 25'də 7 vermişəm. Kosinus ABC-nin içinə fikir versəz 2 dənə alfa var. Yəni kosinus 2 alfanı sənə verib mənfi 25'də 7. Onda mən kosinus alfanı taparam. 2 kosinus kvadratı alfa çıxılsın 1 bərabərdir. Mənfi 25'də 7. 1'dən kosinus kvadratı alfa bərabərdir. 1'dən 25'də 7 çıxsam 25'də 18 eləyər. 2'yə də bölsəm 25'də 9 eləyər. Kosinus alfa da bərabər eləyəcək uşaqlar. 3 bölünsün 5. Kosinusdakı, qarşıdakı bitişik katetin hipotenuza nisbətidir. Bu bucağın kosinusu, fikir verin, bitişik katetin hipotenuza nisbətidir. Yəni bura 3x-dır, burada 5x-dır. 5'in kvadratından 3'in kvadratını çıxsam, bura 4x eləyər. Bizə BY-ni 6 verib. Yəni 3x-im 6'dır. Onda belə çıxır ki, x-im 2'dir. Səndə x-im 2'dirsə, bunlar eyni üçbucaqlardır. Həm bu üçbucaq, həm bu üçbucaq. Hipotenuz da eynidir, bucaqlar da eynidir. Yəni bura 4x-dırsa, KF də 4x-dır. 4'ü 2'yə vurub, KF-i belə çıxır ki, 8 yazaram. Qəşəng sualdır, maraqlı sualdır, bloka düşüb. Bura qədər gənclər, növbəti dərslərdə görüşmək ümidi ilə sağ olun.